başlatdım. Buyurun. Buyurun liderim. Siz başlayırsınız yoksa mən başlayayım? Aha, tamam, başlayayım liderim. Salam xanımlar, axşamınız xeyir olsun. İlk öncə özümü təqdim edeyim. Mən İbadova Gülər. Ailəliyəm, 2 evladım var, evdar xanımam. Home Life mənim ilk iş təcrübəmdir. Ümumiyyətlə belə deyim, heç bir nə onlayn sahədə, nə də ki muzlu sahədə çalışmamışam. İlk həm iş təcrübəm, həm də həyat təcrübəsi olaraq qiymətləndirirəm. Hansı ki, bir çox belə deyim, həyatla da bağlı, işlə də bağlı bilgilərə sahib olmuşam və həqiqətən də bu sahə məni böyüdüb deyə düşünürəm. Və inşallah ki, bu axşam da çox həyəcanlıyam doğrusu. İnşallah faydalı bir şeylər söyləyərik sizlərə də faydalı olmaq adına. Davam eləyim. Deməli, dəyərli liderlərim, bugünkü mövzumuz uğurlu olmaq üçün necə çalışmaq və dəvət üsulları barəsindədir. Hansı ki, işimizin ən əhəmiyyətli, ən belə söyləyim, vacib tərəflərindən biri olan dəvət. Əgər biz bu işdə dəvət etməriksə, dəvəti bacarmarıqsa, təbii ki də uğurlu da ola bilmərik. Çünki bizim işimiz komanda qurmaq işidir. Bunun üzərindən belə söyləyim, özümüzü böyüdərək, komandamızı böyüdərək həm maddi olaraq, həm də ki, mənəvi olaraq özümüzü burada gəlişdiririk və dəvətləri necə edə bilərik, hardan başlamalıyıq. Mən özüm şəxsən dəvətə necə başlamışam və çox uğursuz ikən dəvətdə necə əks, belə deyim, halına çevrilərək çox uğurlu olmağı bacarmışam. Öncəliklə, dəyərli xanımlar, öyrənmişəm. Öyrənmək dediyim nədən ibarətdir? Yəni, öyrənmək deyəndə nəyi nəzərdə tuturam? İlk öncə, klassik müsahibə mətni, belə deyim, üzərindən hər zaman çalışmışıq. Müsahibə mətnini öyrənmişəm. Hərif-hərif də olsa, ilk öncələr dəftərdən oxuyurammış kimi bir görüntü versə də, səsimdən də o anlaşılsa da, bu şəkildə işimi, belə deyim, ilk olaraq buradan başlamışam. İnsanlara nə qədər o səmimiyyəti ötürməyimdən asılı olmayaraq, buradan başlayaraq artıq ilk addımlarımı atmışam və bu təbii ki də yavaş-yavaş məndə gəlişərək, müəyyən qədər özümü inkişaf elətdirərək çox gözəl bir dəvət metodu yaxalamışam, hansı ki, ay ərzində öz güvənsiz bir xanım, insanlara iş təklifi etməyi bacarmayan bir xanım, çox gözəl iş təklifləri etməyi bacarmışam. İlk, belə deyim, dəvətlərimi ilk başlayanda Instagram üzərindən edirdim, Uping proqramından onda belə deyim, məlumatlı deyildim. Məsələn, digər sosial şəbəkələrdə o qədər aktiv deyildim. Instagram üzərindən insanlara yazırdım, dəvət göndərirdim. Daha çox nəyə diqqət edirdim? Onu da nəzərə çatdırmaq istəyərəm ki, daha çox diqqət edirdim, yeni səhifələrə yazırdım. Girirdim, baxırdım ki, yeni yazılıbsa, səhifə təzə açılıbsa, takipçisi azdırsa və yaxud bir çox paylaşımları olmayan bir səhifələrdirsə, o halda artıq, belə deyim, o səhifələrə yazırdım və həqiqətən də çox gözəl geri dönüşlər almağa başladım və ilk qeydiyyatımda elə Instagram üzərindən oldu. Gün ərzində müəyyən qədər dəvətlər göndərirdim və artıq geri dönüşlər gəldikdən sonra ancaq və ancaq səsli şəkildə insanlarla danışırdım, nömrəmi təklif edirdim və yaxud onların nömrəsini mənə verməsini təklif edirdim və bu şəkildə WhatsApp-a gətirərək müsahibələr keçirdim. Təbii ki də səsli, zəngli müsahibələr çox qorxuducu idi ilk başlayanda mənim üçün, bacarmırdım və insanlarla nə danışacağımı, necə ünsiyyət quracağımı bilmirdim. Və burada, belə deyim, nə etdim? Layla liderimlə danışdım ki, mən insanları gətirəcəm müsahibəyə, siz də gələcəksiniz, siz danışacaqsınız, yəni ki, mən də dinləyəcəm bir sözlə, yəni müsahibəni o keçirdi. Haradasa, belə söyləyim, 4-5 müsahibəm belə oldu ki, bəlkə 2-4-5 olmaz, 3-4, 2, belində daha az bəlkə olardı ki, müsahibəmdə Layla xanım iştirak etdi, o insanlara iş təklifi etdi, mən qaldım, dinlədim və artıq, yəni 4-ü aşmadan mən artıq müsahibə keçməyi öyrəndim və zəngləşmədə özgüvənli şəkildə insanlarla danışmağı müəyyən qədər təbii ki də öyrəndim. Təzə-təzə özgüvənli deyildim. Biraz belə deyim, insanlara zəng eləyəndə, insanların zəngini görəndə ürəyim döyünməyə başlayırdı ki, qarşımdakı insan necə olacaq, mənə nə cavab verəcək, mən bununla necə ünsiyyət quracam, işimin hansı tərəfindən bəhs etsəm, mənə hə deyər və gəlib mənim komandamda mənimlə çalışmağa davam, belə deyim də, başlayar. Və bu şəkildə, belə deyim, o həyəcanlarla bir çox müsahibələr keçdim, bir çox dəvətlər, belə deyim, məndə alındı, bir çoxları alınmadı və bu, belə deyim, əsnada çox gəlişdirərək özümü müsahibə keçməyi öyrəndim və hal-hazırda, belə deyim,
bir çox müsəbbir üsulları denəmişəm, həm səsli şəkildə, həm belə deyim, insanlara hazır mesajlar, istər hər bir üsulda onu söyləyim ki, yəni fayda var. Hər bir üsuldan gözəl geri dönüşlər almaq mümkündür. Amma tez-tez dəyişməlisiniz. Əgər dəyərli xanımlar, rekruting edirsinizsə, gözəl geri dönüş almırsınızsa, burada ilk başlanğıc olaraq nəyə baxmalısınız? Özünüzə baxmalısınız. Mən nə edirəm, necə danışıram insanlarla? Bir kənardan özünüzü bir göz olaraq müşahidə etməyi bacarmalısınız ki, bu da sizə çox faydalı olacaq. Yəni sizə necə müsahibə keçsəydilər, nə təklif etsəydilər, necə danışsaydılar daha xoş olardı. Nə çox səmimi, nə çox rəsmi olmamaq şərti ilə biz insanlara ilk öncə təbii ki də qazanacaqları barəsində, şirkət şərtləri barəsində məlumat verərək artıq belə deyim, müəyyən qədər onları işimizlə tanış edirik və artıq bizə ümid verən insanlar olur ki, bir düşünüm sənə geri dönüş edəcəm. Yox deyən insanlar olur, bəzən yəni bu şəkildə bir geri dönüşlərlə qarşılaşırıq və ən əsası bu işdə rekrutinqə başladığınızda xanımlar, ən əsası bunu mən qeyd edərdim ki, tez nəticə gözləməyin ki, mən 100 nəfərə yazdım, geri dönüş alacağam. Elə xanımlar var ki, gündə 5-10 nəfərə yazırlar, geri dönüş almırlar, qeydiyyatla nəticələnmir və yaxudsa kimsə ilə danışırlar və o xanım ona ümid verir ki, mən qeydiyyatdan keçəcəm, mən sizə yazacağam, nə bilim, ailəmlə məsləhətləşim, sizə deyəcəm və təbii ki də qarşılıq olaraq yox deyir və yaxud da bloka atır, bir şəkildə cavab vermir. Xanımlar ruhdan düşürlər, həvəsdən belə deyim, düşürlər ki, alınmadı, olmadı, mən də bacarmıram, yəni məndə alınmayacaq. Öncəliklə ən əsası dəvətli gətirmək istəyirsinizsə, insanlarla gözəl bağ qurmaq istəyirsinizsə, siz bunu gözə almalısınız. Siz saysız hesabsız rekrutinqlər etməlisiniz. Rekrutinqinizi yəni bol etməlisiniz, çox etməlisiniz, çox insanlara əl uzatmalısınız. Çünki nə qədər belə deyim, insan varsa, necə ki, sosial şəbəkələr sonsuz insanlarla doludur. WhatsApp üzərindən etdiyimiz dəvətlərdə bir çox sonsuz sayda nömrələrlə qarşılaşırıq ki, yəni hər birisinə yazsaq, yəni qarşımıza hər rəngdə, hər cilddə insanlar çıxa bilər. Odur ki, həm aldığınız negativi işinizə yansıtmamalısınız, yoxları, kobud cavabları, belə deyim, rədləri, bunlar hər birisi işinizin bir parçası olmalıdır. Hər birisindən bir təcrübə ilə ayrılmağı bacarmalısınız. Bir yəni insanlara qarşı aqressiya ilə deyil də bir təcrübə ilə. Çünki aqressiya belədir ki, bir müddət sonra artıq biz istər-istəməz ikrah hissi yaranır bizdə və biz insanlara yazmaq istəmirik. Deyirik ki, yəni nəsə bir kobud cavab alaram, nəsə bir qarşılıq olaraq mənə mənfi bir qarşılıq verər. Bir də xanımlar, WhatsApp üzərindən əgər dəvətlər eləyirsinizsə, bu son 2 ayda sınadığım bir üsuldur ki, və yazırsınız, qarşı tərəf sizə cavab verdi və xanım olduğundan siz əminsiniz. Artıq siz o xanıma səs və yaxud da mesaj vasitəsilə qarşılıq verməyin. Birbaşa zəng edin. Birbaşa zəng edin, yəni özünüzü təqdim edin, xanımın özünü təqdim etməsini soruşun, adını soruşun və yaxud da bir şəkildə ki, mən sizə bu məqsədlə yazmışam. Həqiqətən o qədər gözəl xanımlar əslində qarşılıq verir ki, amma ilk başlayanda, insanlara ilk zəng edəndə insan qorxur, çəkinir ki, yəni bu xanım mənə nə deyəcəyi, necə bir qarşılıq alaram. Yəni öz güvənli şəkildə bax. Öz güvənli şəkildə bu addımı atın, zəng edin, qarşı tərəf açdıqdan sonra yəni mehribancasına, gözəl şəkildə onunla salamlaşın. Özünüzü təqdim edin. İlk öncə hər zaman təbii ki də siz kim olduğunuzu deyin. Siz ona nə üçün müraciət etdiyinizi deyin. O artıq sizin nə üçün müraciət etdiyinizi bildikdən sonra təbii ki də artıq ya maraqlanacaq, ya maraqlanmayacaq, hər birisi təbii hallardır bunlar. Və ondan sonra artıq təbii ki aranızda bir söhbət yaranacaq, yəni qarşılıqlı olaraq. O da sizə bir məlumatlar verəcək özü haqqında, siz də və siz o xanımın çalışan bir xanım olmasını mı, evdar bir xanım olmasını mı, hansı dünya görüşdə olduğunu, hansı belə deyim də təbəqədən olduğunu artıq siz onun danışığından anlayacaqsınız. Bunu anladıqdan sonra artıq təbii ki də müsahibə keçmək sizə daha rahat olacaq. Amma siz səsli bunu etsəz, mesaj şəklində etsəz, təbii ki də o xanımdan nə səsindən bir enerji ala bilərsiniz, nə onu tanıya bilərsiniz və bu da artıq ilk başdan sizi geri çəkən bir məqam olacaq və keçdiyiniz müsahibədə orada müəyyən qədər belə deyim
uğursuzluğa uğraya bilər. Yəni hər zaman zəngli şəkildə insanlarla danışmağa üstünlük verin. Bir də ən çox da qarşılaşdığımız belə deyim etiraz və xanımların qorxuları budur ki, şəxsiyyət vəsiqəsi hal-hazırda həqiqətən də o qədər çox aktiv bir haldır ki, şəxsiyyət vəsiqəsini heç kimə göndərmək istəmir. Heç kim bu belə deyim riskə girmək istəmir. Çünki insanlar da çox haqlıdırlar ki, yəni bir çox dolandırıcılıq hallar və yaxud bir hansısa bir digər hallar yaşayıblar və yaxud insanlardan eşitiblər və bunlar güvənsizlik duyğusu yaranıb. Bu halda nə edə bilərik? Bu halda onu edə bilərik ki, qarşı tərəfə mən də səni qeydiyyatdan keçirdə bilərəm. Yəni öz komandamı, yeni gələn insanları mən qeydiyyatdan keçirdirəm, amma əgər istəsən, sənə də özünü qeydiyyatdan keçirtməyi öyrədə bilərəm deyərək biz ona qeydiyyatdan keçmə videosunu yönləndirə bilərik. Yəni belə bir üsulun olduğunu əvvəlcədən ona deyə bilərik. Yəni şəxsiyyət vəsiqəsini göndərməyin şərt olmadığını qarşı tərəfə vurğulamalıyıq ki, o artıq bilsin ki, hə, yəni burada yəni məqsəd artıq şəxsiyyət vəsiqəsi deyil. Çünki bəzən elə hiss edirlər ki, elə düşünürlər ki, artıq qarşı tərəf şəxsiyyət vəsiqəsi istəyəcəksə, bu halda dirəksə, mən artıq avtomatik olaraq yox deyəcəm. Odur ki, bunun qarşısını bu halda ala bilərsiniz. Digər tərəfdən TikTok üzərindən də hal-hazırda belə deyim, Instagram, şəxsən özüm də son 2 həftə çox çalışdım Instagram üzərindən. Instagramda belə deyim, biraz hal-hazırda passivliyi mən şəxsən müşahidə etdim. Amma TikTok elə deyil. Yəni hal-hazırda TikTok o qədər belə qaynar bir məcradır ki, o qədər insanlar daha çox orada aktivdirlər ki, düşünürəm ki, əgər indi bu dəqiqə TikToka rekrutinqə başlamaq istəyirsinizsə, TikTokdan başlasanız daha çox geri dönüş ala bilərsiniz. Və hal-hazırda hələ ki TikTokda səs göndərmə özəlliyi təzəlikcə belə deyim qeyd olunub. Artıq orada da səs göndərə bilirik və bu da təbii ki də çox gözəl bir haldır ki, yəni adi WhatsApp üzərindən necə insanlarla səsli şəkildə danışa biliriksə, orada da bu metodu tətbiq edə bilərik. İnsanlara səs göndərərək, onlara işimizi təqdim edərək və qarşıdakı insanın nə istədiyini az-çox anlayaraq, bəzən məhsullar üzərindən, bəzən qazanc sistemi üzərindən, bəzən onların xəyallarına toxunaraq, hansı ki evdar xanımlar var, öz həyatını dəyişmək istəyən xanımlar var ki, inanmırlar, güvənmirlər nə onlayn işlərə, nə də ki onlara gedən bu təkliflərə. Biz nə etməliyik? Artıq orada öz həyat hekayəmiz biraz işə düşməlidir. Tanıdığımız və yaxud gördüyümüz insanların həyat hekayəsindən bəhs edərək onları bu işə inandırmalıyıq. Mən özüm məsələn gələndə bu işə başlayanda burada qazanmaq kimi hər hansısa bir qazancların o evdar bir xanımın həyatını dəyişməsi barəsində hər hansısa bir fikrim yox idi və belə bir inancım yox idi. Və burada müəyyən qədər belə deyim, bunu gördükdən sonra, artıq eşitdikdən sonra, dəfələrlə bu vurğulandıqdan sonra, qruplarda olsun, təlimlərdə olsun, buna aşina olduqdan sonra artıq buna inandım. Buna inandıqdan sonra eyni yolu getməyə başladım və həqiqətən də özüm də evdar bir xanımın həqiqətən də evdən pul qazana biləcəyini gördüm. Çünki bu işə qədər mən heç bir nə muzlu işdə, nə də onlayn işdə çalışmamışdım. Təbii ki də belə deyim, ailəmin himayəsində düşünürəm ki, yəni evdar bir xanım olaraq, hər bir xanım olaraq ailəmin himayəsində yaşırdım. Amma hal-hazırda çox gözəl, yəni çox şadam, çox məmnunam ki, Home Life şirkəti ilə tanış oldum, bura gəldim və ən əsası da insanların, belə söyləyim, əlimi buraxmaması, liderlərimin əlimi buraxmaması və israrla mənim bu işdə çalışmağım üçün üzərimə gəlmələri də çox vardı bu işdə. Hansı ki, həqiqətən də Lalə liderim çox tez-tez məni axtarırdı, arayırdı, yazırdı. Yəni buradakı imkanları mənə göstərməyə çalışırdı, zəngləşmələrə dəvət edirdi, iş təklifləri etdirdi. Yəni məndən o qədər uzaq bir sahə idi ki, insanlara iş təklifi etmək mənə çox qəribə, çox da belə ürküdücü gəlirdi. Çünki çox Instagramdan mənə iş təklifləri gəlirdi. Heç birisindən yəni açıb oxumurdum belə, heç birisinə baxmırdım belə. Düşünürdüm ki, bütün insanlar belədir və bu sahəyə ümumiyyətlə ayaq qoymalı deyil. Çünki yəni mən necə reaksiya verirəmsə, bütün insanlar da mənə elə reaksiya verəcək. Amma yavaş-yavaş belə deyim, o məni həvəsləndirdikcə, o məndən artıq soruşduqca, mən ona bir dəfə, 2 dəfə belə deyim, bəhanələr gətirdikcə, hə, edirəm deyirdim, amma etmirdim. Bir utanc hissi məndə yarandı və dedim ki, bir dəniyim, sınayım və həqiqətən real olan bir şeylər barəsində ona geri dönüşlər edim və həqiqətən dənədikdən sonra da nəticə gördüm. Nəticə gördükdən sonra artıq insanların həqiqətən də tələbatının olduğunu, maraq
barəsində olduqdan sonra özüm çox artıq həvəslə çalışmağa başladım və bundan əlavə bir də komandaya gəlmiş, belə deyim, təsadüfən olan gələn liderlərlə bu əlaqəni biz də qurmağa çalışmalıyıq ki, komandada olan bir insan belə olsa, alış üçün, satış üçün də hər hansı məqsədlə gəldiyindən asılı olmayaraq biz o insana buradakı imkanları mütləq izah etməliyik, mütləq dəfələrlə onun qapısını döyməli. Buradakı belə deyim, ən azından bir təlimdənmi, ən azından bir zəngləşmədənmi eşitdiyi bir kəlmə belə onu bu işə bağlaya bilər. Biz bunun fərqində olmalıyıq. Biz bunun üçün də o insanlarla daimi əlaqədə olaraq buradakı imkanları göstərərək onların diqqətini cəlb edə bilərik və bir insanı beş edə bilərik. Həqiqətən də bunu mən yəni burada elə liderlər görmüşəm ki, dəvətli gətirmə qabiliyyəti əslində çox da güclü deyil. Yəni davamlı dəvətli gətirə bilmirlər. Amma çox gözəl komandaları var, çox gözəl qolları var. İnsanlarla çox gözəllər. Bu nəyin nəticəsində baş verir? Onların artıq bir insanı beş etməsi, komanda içərisindən komanda çıxartması, bu da nədən irəli gəlir? Zəngləşmələrin gücləndirilməsi, daha sonra insanların qrup aktivliyinə xüsusi nəzarət edilməsi, qruplarda paylaşılan məlumatları dinləmələrini təmin edilməsi. Yəni bu şəkildə həm komandamızı dəyərləndirərək, komandayla belə deyim, çalışaraq içimizdə olan insanların öz ətrafını bura dəvət etməsini və bura cəlb etməsini təmin edərək, həm də özümüz yeni insanlar gətirərək, yeni insanları belə deyim, bu sektorla tanış edərək gözəl nəticələr ala bilərik. Heç vaxt ümidinizi belə deyim də itirməyin. Rekrutingə də gedərkən hər zaman yəni bunu görmüşəm, bunu müşahidə etmişəm ki, məsələn mən qalxıram gün ərzində işlərimi yekunlaşdırıram və mən başlayıram rekrutingə. Mən əgər 2 saatımı sağlam bir belə deyim də düşüncə ilə öz yəni neqativdən kənar olaraq 2 saatımı ayırıramsa, inanın ki, çox gözəl nəticə alıram. Ən azı bir qeydiyyat olur. Çünki niyə? Həm o asudə bir, gözəl bir, rahat bir şərait yaradıram özüm üçün. İnsanlarla danışan vaxt, yəni heç bir sıxıntım, heç bir belə deyim, məni narahat edən bir məqam olmamasını təmin edirəm. Həm də artıq özgüvənli bir şəkildə, özümə inanaraq insanlarla danışıram. İşimizin üstünlüklərini ilk öncə özüm anlayıram. Yəni, ən əhəmiyyətli olanın da bu olduğunu düşünürəm. Yəni, özümüzün inanmadığımız, həqiqətən liderlərimiz də hər zaman deyir ki, özümüz inanmadığımız bir şeyə əsla ətrafımızda olan, hər hansısa bir bu sektorda olmayan bir insanı inandıra bilmərik. Öncəliklə, onun bu işdə özünə, yəni həm də bu işə özündə bir şansını təmin etmək üçün, yəni bu belə deyim, nüanslara yəni diqqət etməliyik ki, ən əhəmiyyətlisi bizik. Çünki ən önəmli faktor bizik. Həm dəvətdə, həm komanda ilə əlaqədə, zəngləşmələrdə, belə söyləyim, yəni zəngləşmələrdə insanlarla danışarkən o özgüvəni yansıtmaq, o belə deyim, hər zaman mən Çinarə xanım nəyə görə belə deyim də ekstra bir çox yəni balet çox sevdiyim liderlərdən. Niyə? Çünki işin ancaq şaşalı tərəflərini bizə göstərmir. Çətinliklərini, gəldiyi yolda yıxılmalarını, qalxmalarını, ailə tərəfdən olan belə deyim, həm baskılarını, bu hər şeyə rağmen, yəni bir rağmen var ki, hər birimizin həyatında var ki, bir sıxıntımız var, biz bunun öhdəsindən gəlməyə çalışırıq, amma bir var ki, pəs edək, orada dayanaq, bir də var ki, buna davam edərək, ona rağmen bir şeylər qazanaq, ona rağmen bir belə deyim, addım irəli gedək və öz olmaq, İstər bu işdə, istər həyatda çox vacib. Həm bizim üçün vacibdir, həm övladlarımızın gələcəyi üçün vacibdir. Çünki övlad anadan düşünürəm ki, çox necə söyləyim, örnək götürür, çox feyz alır, fərqi yoxdur. Oğlan uşağı olsun, qız uşağı olsun. Yəni, ana güclü bir faktordursa, düşünürəm ki, övladları da güclü olur. Övlad ananı güclü gördükcə özgüvəni də olur. Cəmiyyət içərisində güclü bir anaya sahib olan övladın duruşu da düşünürəm ki, bir fərqli olur. Odur ki, yəni bu doğuşdan gəlməyən bir şey ola bilər, müəyyən qədər çəkingən ola bilərik, müəyyən qədər xarakterimiz çox mülayim ola bilər. Bu zaten özgüvənə təsir belə deyim də edən bir amil. Özgüvənli olmaq, yəni belə deyim də hər hansısa bir aşırı olmaq demək deyil. Özgüvənli olmaq sadəcə həm özünü ətrafındakı insanlara isbat etmək üçün bir müəyyən addımları atmaq gücündə olmaq deməkdir. Həm də düşünürəm ki, biraz qərarlı, istiqrarlı olmaq deməkdir. Hansı ki, bu işdə də ən çox buna ehtiyacımız var ki, hər büdrəyişdə, hər belə deyim, sallantıda,
müəyyən suallar beynimizdə yaranarsa, müəyyən neqativlərə qapılarıqsa, artıq yəni işimizin ardı gəlməz. Bir yerdə biz dayanarıq, o neqativlərlə boğuşarkən bir vaxt artıq belə deyim də o girdabın içində itərik və artıq nə özgüvən qalar, nə komanda qalar, nə də ki insanlara deyə biləcəyimiz belə deyim bir söz qalar ki, yəni o insanlara o enerjini ötürə bilək. Odur ki, ən əsası, ən əhəmiyyətlisi həm özümüz üçün, həm övladlarımız üçün, ailəmiz üçün həqiqətən də güclü bir qadın, güclü bir ana cəmiyyətin həqiqətən də elədir ki, təməlidir. Mən özüm belə deyim, anam çox güclü bir faktor olub, anam çox özgüvənli bir qadın olub. Bizi düzdür təhsil almağımız belə deyim də erkən yaşda ailə qurmuşuq, yəni ailə tərəfindən belə olub, amma ki yenə də düşünürəm ki bu özgüvənimi müəyyən qədər belə özümdə olan bəzi xüsusiyyətləri anamdan almışam. Anam daha düşünürəm ki sakit bir xarakter olsaydı, mən də tez pəs edən bəlkə olardım, mən də bəlkə biraz içimə qapanıq olardım. Amma yəni ən azından mən də o həyat, o həyəcanı, o güclü ana faktorunu övladlarıma yaşatmaq istəyirəm. Nə olsun ki, belə deyim, evdar bir xanımam. Halbuki bunu çox gözəl şəkildə də bacarıram. Düşünürəm ki, yəni bir müəllimi olaraq, bir həkim olaraq təbii ki də pul qazanmaq da, uğur qazanmaq, amma evdar bir xanım olaraq uğurlu olmaq, başarılı olmaq, alqışlanmaq, insanlara ən azından deyəcək bir kəlmənin olması çox dəyərlidir, çox gözəldir. Bütün xanımlara da arzu edirəm ki, və həqiqətən də çox gözəl, burada elə liderlərimiz var ki, çox çəkinirəm onların qarşısında danışmağa, amma yəni ki, bu şəkildə düşünürəm ki, yəni dəyər, insanın özünə dəyər verməsi, bu yolda irəliləməsi, özünə güvənməsi və çəkinsə də nə qədər belə deyim, onun üçün çətin də olsa ilk addımlarını atmaq, bunları dilə gətirməsi çox gözəldir. Yəni bu şəkildə. Teşekkür ederim liderim. Bir nüansa toxunum, hansı ki, bəli, müsahibədə olan xırdalıqlara da toxundunuz. Teşekkür ederim buradan və ən əsası mənim diqqətimi çəkən bir söz işlətdiniz ki, mən anamdan özgüvənli olmağı, hansı ki, bugün bu sahədə də bunu tətbiq edirəm. Həqiqətən də güclü ana, güclü övlad deməkdir. Buradan ananızın əllərindən öpürəm. Teşekkür ederim gözəl təlimlə ötürüm. Buyur Telli liderim, sözü verirəm sizə. Hər vaxtınız xeyir olsun xanımlar. Mən Qurbanova Telli. İnşallah ki, eyni mövzu ətrafında mən də öz fikirlərimi sizlərlə bölüşəcəm. Və ilk öncə onu qeyd eləmək istəyirəm ki, hansı ki, Gülər liderimin sözünə qüvvət. Bəli, mən də özümə inanan olmuşam, amma ki, hansı ki, bugünkü gündə əgər bu kameranın qarşısında dayanıramsa, inanın mənə çox çətindir. Bu nə üçün çətindir? Çünki, belə deyim də, hər zaman kameradan qaçan bir insan olmuşam. Adi toyda belə oynamırdım ki, kamera gəlib mənə çəkməsin, yəni o tipdə, o xarakterdə bir insan olmuşam. Bu özgüvənsizlik deyil, sadəcə olaraq necə deyim, sevmirəm. Yəni kameranın məni çəkməsini və yaxud da kameraya baxıb danışmayı, bu şeyləri sevmirəm deyə. Yəni bunu aşmışamsa bugünkü gündə həqiqətən bu şirkət sayəsində aşmışam. Hal-hazırda yəni burada durub danışmaq belə yəni mənim üçün çətindir. Yəni belə deyim, həyəcanlı oluram. Tam olaraq hələ ki onu necə deyim, əvvəllər daha çox həyəcanlı olurdum, amma indi görürəm ki, həqiqətən bunu aşmışam artıq və bu sahə təkcə bizə həqiqətən də pul qazandırmır, mənəvi cəhətdən də bir çox şeylər qazandırır, hansı ki, bugünkü gündə bir çox şeylərə baxıram ki, yəni özümdə olan dəyişikliklərə baxıram ki, bu sahəyə daxil olduqdan sonra yəni bunları özümdə dəyişmişəm və həqiqətən bu mənə çox zövq verir və dəvət barəsində danışmaq istəyirəm, hansı ki, Gülər liderim də dediyi kimi, vurğuladığı kimi dəvət barəsində mən də çox əziyyət çəkirdim gəldiyim ilk vaxtlarda. Hansı ki, mən çalışmaq üçün daxil olmadığım bir sahədə, sadəcə məhsulunu sevib daxil olduğum bir sahədə, artıq məhsulun keyfiyyətini gördükdən sonra, yəni çalışmaq qərar verdim. Amma qərar verəndə artıq bu dəvət etmə prosesi həqiqətən məni çox belə qorxutdu. Hətta dəvətə gedən zaman belə çox həyəcanlanırdım. Yəni bir sözü toparlayıb deyə bilmirdim. Halbuki danışıq qabiliyyəti olan bir insan, yəni qarşı tərəfə öz fikirlərini konkret şəkildə ötürə bilmirdi. Təbii ki, liderlərlə bərabər mən də müsahibələrdə iştirak etdim. Hətta Çınarı liderimin də bir çox müsahibələrimə əlavə etdim və heç zaman yadımdan çıxmaz. Çınarı liderim sağ olsun. Son müsahibəm, bir dəfə müsahibəyə daha doğrusu qoşdum.
Çınarə xanımı, daha doğrusu qoşmaq istəyirdim və tək müsahibə hələ ki keçməmişdim. Həmən vaxtda Çınarə xanım mənə dedi ki, xeyr, bu müsahibəni sən keçəcəksən, yəni biz keçməyəcəyik. Yəni tək şəkildə müsahibəyə göndərdi və həmən müsahibə ilk tək müsahibəm idi, qeydiyyatla nəticələndi. Düzdür, həmənki xanım indi hal-hazırda burada yoxdur, amma ki bu məndə bir özgüvən, bu məndə bir inam yaratdı. Əslində həmən vaxtı ola bilər qeydiyyat nəsə edə bilərdi. Təbii ki, bunda da yəni pis olmayacaqdım. Çünki artıq insan həqiqətən yəni bu sahəni öyrəndikcə, araşdırdıqca görür ki, yəni biz burada çoxlu sayda dəvətlər edə bilərik. Günə 100 dəvət edə bilərik. Yəni bunun 100 dəvətini heç biri tutmaya da bilər. Yəni bu çox normal bir haldır. Çünki hər bir kəs eyni işdə gəlib işləyəcək deyə bir şey yoxdur. Hər bir kəs gəlib bu sahəni gəlib bu sahədə çalışacaq deyə bir şey yoxdur. Yəni mən də bu müsahibə mövzusunda demək istədim ki, həqiqətən çox çətinliklərim olub. Çox sağ olsun Nuraylə liderim və Çınarə liderim mənə bu sahədə çox kömək oldular və bunu qeyd etmək istəyirəm ki, müsahibə ilk öncə gələn xanımlara müsahibəni öyrətmək lazımdır və ilk gəldikləri müddətdə xanımları müsahibəyə göndərmək biraz risklidir ki, artıq həmən xanımlar müsahibəyə daxil olanda, geri dönüşlər yox, cavabları alanda artıq istərsiniz həvəsdən düşəcək. Ona görə ilk öncə həmən xanımı məncə hazırlamaq lazımdır ki, yəni sən bu sahəyə gəlmisən, bax, izah eləmək lazımdır ki, yəni burada sənə hər kəs hər cavabı deməyəcək. Bunu ilk öncə ona aşılamaq lazımdır ki, artıq o yox cavablarını eşidəndə düşünsün ki, mənim liderim mənə bunları zaten demişdi, mən zaten bunları bilirdim, mən yox cavabları ala bilərəm. Bu çox normal bir haldır. Yəni liderim də belə hallar yaşayıb. Yəni özümüzü nümunə gətirməliyik. Hansı ki, mən hər zaman öz liderlərimə deyirəm ki, mən 3 ay müddətində yeni qeydiyyat gətirə bilməmişəm. Hansı ki, düzdür. Həmən vaxtlar çox işləmədiyim vaxtlar idi. Bir gün işləyib, 3 gün işləmədiyim, 2 gün işləmədiyim vaxtlar idi. O təsadüfdür. Amma ki, yenə də yəni, bu çox normal bir haldır. Bir liderin burada olub 2 ay, 3 ay ərzində dəvət gətirməməsi yəni, normal bir haldır mənə görə ki, yəni bu insan əgər öyrənirsə, yox dayanıbsa, onda deməli bir problem var. Amma daimi şəkildə öyrənirsə, özünü inkişaf etdirirsə, öz səhvi haqqında fikirləşirsə, təbii ki, bu normal məncə qarşılanmalıdır və mən müsahibələrim alınmayan vaxtlarda nə edirdim? Müsahibələrim alınmayanda ekran qayd edirdim, öz səsimi yazırdım və səsimi dinləyirdim ki, yəni mən nə danışdığımı, harada səhvlər etdiyimi və yaxud da atırdım liderlərimə, Röyəli xanıma atırdım ki, liderim, bunu dinləyin, görün burada harada mən səhvə yol vermişəm və bu şəkildə orada səhvlərimdən düzlərimi çıxardırdım və yenidən artıq o səhvləri etməməyə başlayırdım və müsahibələrimiz alınmayanda müsahibələrimizi dəyişə bilərik, yeniləyə bilərik, onun üzərində işləyə bilərik, üst liderlərimizdən kömək ala bilərik. Yəni, bura öyrənmək sayəsidir. Bu sahədə daimi şəkildə inkişaf etməliyik, daimi şəkildə öyrənməliyik, öyrənməkdən heç zaman çəkinməməliyik. Dəvətləri hansı yollarla etməyə lazımdır? Hansı ki, ilk öncə kontaktdan başlamaq lazımdır ki, kontaktımızda olan xanımlara biz öz linkimizi paylaşdıraraq və hətta onları da işimizə dəvət edərək biz dəvətlərə başlaya bilərik. Amma dəvətlərə başlamamışdan öncə də bizim mütləq şəkildə məhsullarımızı tanımamız lazımdır ki, yəni nə üzərindən insanlara dəvət edəcəyimizi bilməliyik. Çünki biz məhsulu istifadə etmədən, tutaq ki, mən gəldim, qoşuldum, artıq 5 günlük tutaq ki, buradayım, amma mən məhsulu tanımıram. Mən artıq dəvət etməliyəm xanımları. Mən nəyin üzərindən xanımları dəvət edəcəm? Çünki məhsulu tanımıram. Mən məhsulu tanımamışda etdiyim dəvət, yəni qarşı tərəfə artıq hiss olunacaq, hiss etdirəcəm ki, qarşı tərəfə, yəni bu inamsızlıq ötürəcəm qarşı tərəfə. Ona görə də ilk öncə nə etməliyik? Məhsullarımızı tanımalıyıq, məhsulları istifadə etməliyik. Zaten məhsullarımız həqiqətən möhtəşəmdir, keyfiyyəti yəni göz önündədir. Onu istifadə etdikdən sonra da qarşı tərəfə ilk öncə yaxın çevrəmizdən başlamalıyıq ki, hansı ki, mən çox gözəl bir şirkətlə əməkdaşlığa başlamışam. İnanırsan, yəni burada o qədər gözəl məhsullar var ki, yəni hətta göstərə bilərik. Yaxın ətrafımızda əgər işləyiriksə, iş yerinə gedəndə məhsulları apara bilərik ki, bax, yeni bir şirkətə qoşmuşam, bax, gör necə gözəl məhsulları var. Yəni, istifadə etməsi üçün ona da verə bilərik ki, bax, bunu istifadə elə, gör necə qəşəngdir, keyfiyyətini görəcəksən və yaxud da qohumlarımızdan başlaya bilərik və yaxud da övladımız məktəbə gedirsə, məktəbə gedən zaman orada valideynlərə göstərə bilərik ki, belə məhsullardır. Yəni, məhsullar həqiqətən olsa keyfiyyətli olduğu üçün bu dəqiqə insanlar nə axtarır? Keyfiyyətli məhsul axtarır. Ona görə də çox gözəl şəkildə onu tövsiyə edə bilərik.
və kontakt üzərindən dəvət edim. Kontaktımızda olan insanlara hər gün, hər kəsin bugünkü gündə inanıram ki, ən az 50, ən az 100 kontaktı var. Və başlaya bilər ki, kontaktından hər gün 5 nəfərə həm öz linkini paylaşdıraraq, həm də ki, işə dəvət edərək çox gözəl şəkildə və yaxud da birbaşa işə dəvət etmək istəmiriksə, yaxın çevrəmizi, biz onlara sadəcə məhsulların keyfiyyətindən danışaraq, yəni bu şəkildə onlarla artıq bu mövzuda danışa bilərik. Əlavə olaraq ikinci olaraq sosial media üzərindən dəvətlər edə bilərik, hansı ki, çoxlu platformalar var hal-hazırda, Instagram üzərindən, TikTok üzərindən, Gülər liderim də bayaqları vurğuladı, hansı ki, artıq TikTokda səs göndərmək də olur çox rahat şəkildə və hal-hazırda ən çox geri dönüşlər olan platforma da TikTokdur. Ona görə TikTokdan edə bilərik və digər platformalardan hansı ki, bizdə olan istifadəyə icazəsi olan platformalarda biz dəvətlərimizi çox gözəl şəkildə edə bilərik. Bundan əlavə olaraq da, yəni biz məhsulumuzu dediyim kimi canlı müsahibə elə bu da yaxın çevrəmizə, qohumlarımıza, tanışlarımıza tövsiyə edərəkdən də çox gözəl şəkildə biz insanları dəvət edə bilərik. Və ikinci mövzuya toxunmaq istəyirəm ki, uğurlu olmaq üçün doğru çalışmanın yolları. Yəni ilk öncə bunu qeyd edim ki, uğurlu olmaq üçün ilk öncə bizim bir hədəfimiz olmalıdır ki, nə üçün uğur əldə etmək istəyirik? Yəni bizim hədəfimiz nədir? Mən hal-hazırda buradayam. Mən burada nə üçün çalışıram? Nəyin uğrunda mən hər gün mübarizə aparıram? İlk öncə biz bunu bilməliyik ki, ondan sonra və pozitiv və inamlı olmalıyıq. Bu nə üçün vacibdir? Tutaq ki, mənim bir hədəfim var, amma ki, mən hədəfimə çatacağıma içdən inanmıram. Sadəcə olaraq mənim hədəfim var. Yəni bu həqiqətən də yəni bizi o hədəfə çatdırmayacaq, nə də aparmayacaq, nə də o hədəfə gedən yollarda bizə işıq olmayacaq. Ona görə ilk öncə qoyduğumuz hədəfə biz özümüz inanmalıyıq ki, mən bu hədəfə mütləq şəkildə çatacağam. Və günlük planla çalışmalıyıq. Nəinki günlük planla, hətta aylıq planımız olmalıdır, illik planımız olmalıdır, amma burada əsasən günümüz nə üçün deyirəm? Çünki bizim həyatımız sadəcə bu işdən ibarət deyil. Yəni digər işlərimiz də var, hansı ki, ev, uşaq və yaxud da digər əlavə işlərimiz də var. Günlük plan buna görə vacibdir ki, biz digər işlərimizi də qaydasında çatdırmamız üçün bu günlük planı mütləq şəkildə özümüz üçün qurmalıyıq. Bunu yaza da bilərik, yazmaya da bilərik. Sadəcə yəni düşüncəmizdə bu gün nələr edəcəm, bu şəkildə də edə bilərik. Amma yazsaq daha özümüz üçün rahat olar, belə deyim. Və daimi şəkildə öyrənib öyrətmək. Yəni həqiqətən bizim sahəmiz onsuz da daimi şəkildə inkişaf edən bir sahədir və bu sahədə hər daim öyrənmək lazımdır. Təlimlərdən öyrənə bilərik, qruplardan öyrənə bilərik. Materialımız o qədər çoxdur ki, həqiqətən, yəni buna görə məncə xoşbəxt olmalıyıq ki, olduğumuz yerdə material o qədər çoxdur. Yəni hardan istəsək öyrənə bilərik. Hara daxil olsaq materialdır və öyrənərək təkcə öyrəndiklərimizi özümüzdə saxlamaq deyil də, bunu komandamıza. Gətirdiyiniz əgər bir xanım varsa, komandanızda hal-hazırda bir xanım varsa, gelin o bir xanımın üzərində bunu tətbiq edin, öyrəndiklərinizi. Yəni burada uğur əldə edən bir çox liderlərin əminəm ki, yəni onların sirləri öyrənib daimi şəkildə tətbiq etməkdir. Çünki həqiqətən anında tətbiq etmək ayrı bir şeydir. Yəni amma bunu öyrəndim, nə vaxtsa yazıram dəftərə, nə vaxtsa bunu edərəm demək ayrı bir şeydir. Yəni bunu artıq nə zaman edəcəyik, bəlkə də heç etməyəcəyik, bəlkə yaddan çıxacaq, elə dəftərdə qalacaq yazdığımız, amma anında tətbiq etsək artıq o bizim yadımızda qalacaq ki, mən bu liderimdən bu şəkildə işləmişdim. Artıq ikinci liderdə keçəndə o şəkildə başlayacaq işləməyə. Yəni belə, sonra komanda idarə etmə bacarığı. Bəzən xanımlar elə düşünür ki, yəni burada xanımlar kimi, yəni müdür qismində olur. Yəni burada heç kəs müdür deyil. Ona görə də xanımlarla empati duyğusu qurmalıyıq. Yəni onlara əmr vermək əvəzinə sən burada qazanmaq istəyirsənsə, yəni bunları etməlisən. Yəni onlarla xoş bir münasibət qurmaq lazımdır. Çünki insanlar əmri sevmir. Yəni onlara verilən əmri sevmədikləri üçün də, yəni müdürlük işlərdən çox insan qaçır və ona görə bu sahəyə çox insan üz tutur. Yəni buna görə də onlarla çox gözəl bir bağ qurub və onların burada çalışması üçün nələr etmələrini onlara demək lazımdır. Komandanın işləmə bacarığını özümüzdə formalaşdırmaq lazımdır. Bunun üstündə də Səs getdi, səs yoxdur. Yəqin. Evdə problem var. çox otaqdan. David müəllim yəqin ki, ailəmi qatıb bir-birinə. Bəli, girmişdik içəri.
harda qaldım. Komanda idarə etmək bacarığı. Yəni biz komanda idarəsini ilk öncə öyrənməliyik. Dediyim kimi, yəni bizdə material çoxdur. Bu haqda həm bizi dəvət edən liderlərdən, üst liderlərimizdən öyrənərək komanda idarə etmə bacarığımızı özümüzdə formalaşdırmaq, insanlarla necə işləmək lazımdır. Yəni bu bacarığımızı özümüzdə formalaşdırmaq lazımdır. Bunu qeyd edim ki, bəzən xanımlar nəyə görə narahat olur? Düşünürlər ki, misal üçün bu xanım çox yaxşı danışır və yaxud da bu xanım çox gözəl komanda idarə edir və yaxud da bu liderimizin çox gözəl komandası var, nə gözəl danışır, nə gözəl komanda idarə edir. Görürsən, mən də bacaracağam. Yəni bu belə qeyd edim. İnsanlar bu etaba gələnə qədər mən üst liderlərə nəzərdə tuturam. Yəni üst liderlərimiz bilənə qədər bir çox vəziyyətlərdən çıxdılar da, belə deyim. Yəni onları öyrənə-öyrənə etap-etap qalxıblar. Yəni heç bir kəs indiki olduğu yerə birdən-birə qalxmayıbdı, indiki olduğu yerə birdən-birə gəlməyibdi. Hər kəs o uğuru əldə edənə qədər indi hal-hazırda olduğu varianta etap-etap. Necə ki indi hal-hazırda biz etap-etap qalxırıq, onlar da bizlər kimi. Yəni sıfırdan başlayıb hər kəs. Ona görə də hər bir şeyi öyrənmək mümkündür. İnsan istədiyi sürəcə həyatda hər bir şeyə yiyələnə bilər, hər bir şeyi öyrənə bilər. Sadəcə istəmək və tək istəmək də deyil, bunun uğrunda çalışmaq, çabalamaq, israrlı şəkildə, davamlı şəkildə. Yəni sən istədiyin bir arzu üçün, istədiyin bir hədəf üçün çox gözəl şəkildə çalışmalısan. Tutaq ki, çox gözəl istəyirsən nitqin olsun, çox gözəl danışığın olsun. Bunun üçün daimi şəkildə biz kitab oxumalıyıq ki, kitab oxumalıyıq, insanlarla ünsiyyətə girməliyik. Bunu bir gün etməklə biz bunu əldə edə bilmərik. Biz bunu daimi şəkildə, davamlı şəkildə etməliyik ki, biz bunu əldə edə bilək. Və yenilənməni fürsətə çevirmək. Yəni biz bilirik ki, şirkət əgər inkişaf edirsə, o şirkətdə yenilənmələr çox normal haldır. Əgər şirkət inkişaf etmirsə, orada yenilənmə heç getməyəcək, amma inkişaf edən bir şirkətdə yenilənmələr təbii ki olur və bu yenilənmələri fürsətə çevirmək lazımdır. İnsanlarımıza bu hallarda negativə qapılmaq əvəzinə, yəni bu yenilənmənin bizə olan faydalarını öyrənərək komandamızı ötürməliyik ki, bax bu yenilənmə belədir, öyrətməliyik, bizə bunun belə bir faydası var. Yəni bu cür hər bir şeyi fürsətə çevirməliyik ki, komandamızla birlikdə çox gözəl şəkildə inkişaf edək. Mənim deyəcəklərim bu qədər. İnşallah ki, hər bir kəsə yararlı oldu, faydalı oldu. Buyurun, liderim. Məmmədova, sözünüz var liderim. Hər vaxtınız xeyirli uğurlu olsun. Çox sevdiyim xanımların təliminə mən də dəstək məqsədi ilə 5 dəqiqəlik qatılmaq istədim. Öncəliklə qeyd etmək istəyirəm ki, Gülər xanım çox mükəmməl şəkildə öz fikirlərinizi ifadə edirsiniz. Yəni sizi belə deyək də yeni kəşf etdim. Pelli xanımı zaten tanıyıram və çox sevdiyim liderlərimizdən biridir. Bir şey deyəcəm. Neçə il bundan qabaq belə deyək də 50 dəfə danışmışam, 51-ci olsun. İlk dəfə onlayn şəkildə müsahibə, daha doğrusu ilk onlayn işimə başlayanda, offline deyil də onlayn işimə başlayanda müsahibə hazırladım və müsahibəni hazırladığım zaman həvəslə getdim sponsorum deyil, baş sponsorumun üstünə. Dedim ki, mən belə bir müsahibə hazırlamışam, belə və dedi ki, get yoxla. Getdim, həqiqətən yoxladım. 1 yox, 2 yox, 3 yox, 5 yox, 100 yox. Üstəlik o vaxt belə deyildi qızlar. Yəni təsəvvür edin ki, kommentlərdə elan qoyurduq, insanlar bizə geri dönüş edirdi. O qədər çox, yəni elə bir vaxt var idi. Və yaxud da DM-dən yazırdıq, geri dönüş edirlər. Səs atmaq yox idi təbii ki. Və amma mənə geri dönüşlər var, müsahibə keçirəm. Yəni geri dönüşlərim də var, müsahibəni istəyən də var, amma heç də, yəni 0-0-0. Mən getdim dolayısıyla öz sponsoruma yaxınlaşdım, dedim ki, bəs daha onlayn şəkildə belə bir keçirəm, danışıram. Dedi, tamam, müsahibəni at mənə, ya da istəyirsən gəl müsahibə eləyək, dedim, fərqi yoxdur. Nəysə, mən müsahibəmi atdım, indiki kimi deyil, indi bir kəlmə deyirik, xanımların acığı xətrinə deyil. Təsəvvür edin, böyük bir çatda, necə deyim, Uğur Yolu Akademiyasından da böyük bir çat var, biznesdə idilər çatı. Mənim müsahibəm ora atıldı. Birbaşa, o vaxtı səs mesajı ilə idi. Yəni, birbaşa zəng vurmaq hələ dəbdə deyildi. Və ora atıldı və ora atılaraq orada mənə irad bildirdi. Yəni, sponsor şəxsdə mənə heç bir şey dedi. Dedi ki, sən bu səslə, sən bu danışıq qabiliyyəti ilə
Bir dənə də adam gətirə bilməzsən. Bir dənə də komanda yığa bilməzsən. Dedi və ondan sonra 6 şirkətdə işlədim. 6-cı şirkətim də Homelife və hər birisində də komanda yığdım. Bu səslə, bu müsahibə ilə. Yəni demək istədiyim buradan çıxartdığım nəticə bilirsiniz nədir? Mən neqativə düşmədim. Əksinə o deyilən neqativ məndə bir stimul yaratdı. Bir belə özümü inkişaf etdirmək məcburiyyəti yaratdı. Bəzən biz səhvləri və yaxud mənim özümdə də var. Mən bu dəqiqə məsəl üçün müsahibənin üzərində işləyirəm, daha gözəl təkmilləşdirirəm. Niyə? Çünki axı şirkətin sistemində olan dəyişikliklə əlaqədar, məhsullarla dəyişikliklə, məsəl üçün şirkətin fabrikinin açılmasına əlaqədar mənim standart bir müsahibəm var, gedişatı. Onu dəyişdirmişəm, daha belə deyək də necədir, individual şəkildə keçirəm. Yəni demək istədiyim odur ki, xanımlar, dəvət etməkdən öncə öyrənəcəyimiz əsas məsələ müsahibədir. Müsahibəni öyrəndikdən sonra zaten dəvətə etməyiniz o qədər də çətin olmayacaq. Zaten geri dönüş edən kimi siz rahat bir şəkildə öz fikirlərinizi ifadə edə biləcəksiniz. Və müsahibə bizim demək olar ki, işimizin bel sütunudur. Yəni müsahibəni bilmədən ümumiyyətlə mən tövsiyə eləmirəm ki, başqa bir şey öyrənmək. Mütləq ki, müsahibəni öyrənmək lazımdır. Təşəkkür edirəm hər ikinizə, dəyərli liderlərimiz. Çox gözəl, faydalı bir təlim keçdiniz. Həqiqətən də komanda üçün, hər birimiz üçün. Hətta mənim özüm o qədər maraqlı oldu ki, mən ekranı açdım və çox sağ olun. Mənə də söz verdiyiniz üçün Çinara xanım. Buyurun, söz sizdə. Var olan liderlərim. İlk önce diyeyim ki artık bir saatimiz tamam oldu. Herkes bir uğur yolunda, bir de güç birlikte de devamı gelsin mi? Yani ben danıştım, bir yarım saat 45 dakika gidecek. Devam edeyim mi yoksa nece? Bir yazın görüm çünkü hakikaten slaytlar üzerine farklı bir artık daha uzun şekilde. Yazsın herkes uğur yolunda, bir de güç birlikte. Devam etsin, gelsin. Etsin. Teşekkür ederim size. Burada Aygün liderimizə təşəkkür edirəm. Həm qoşulduğu üçün, həm səsi açdığı üçün xoş oldu. Ondan eşitmək ki, təlimimizdə ən azından belə müəyyən qədər nəsə diqqət çəkə bilmişiksə, həqiqətən də təlimdə Aygün xanımı görəndə bir başqa əlim ayağım əsdi. Onun qarşısında təlim keçmək təbii ki də çox çətindir. Amma var olsun ki, yəni həyəcanımı aldı. Bir şey də qeyd edim, vermələr gələnə qədər həqiqətən çox bəyəndim. Çox gözəl danışırsınız. Danışmaqdan ziyadə də, yəni dediniz Evdar xanımam, heç bir yerdə işləməmişəm. Yəni mən biraz belə qaldım. O mənim diqqətimi çəkdi. Gəldim, açdım ekran ki, görün Azərbaycan xanımı, Azərbaycan necə gözəl, necə ağıllı. Vallahi dünyanın heç bir yerində bizim xanlarımız qədər ağıllı ikinci bir xanım olmaz. Hər tərəfli, həm uşaq baxırlar, həm evi, həm bəzən Evdar xanım deyirlər ki, əşi nə var Evdar xanım olmalı. Vallahi gedib hansısa bir işdə işləmək bəlkə də daha məqsəd işimizin heç bir pul qarşılığı da yoxdur və təşəkkür edirəm. İnanın çox bəyəndim və inşallah ki bunun davamı tez-tez artıq sizləri Var olun, liderimin interneti attı. Tamam, sağ olun. Uğur yolunda da güç birlikte de devam eder. Düz uğur yolunda biraz daha çok devam dediler. O zaman devam deyirsinizsə, hadi bismillah devam. Mən Çinara Baxşayeva artıq 3 ildir bu sayədə fəaliyyət göstərirəm. Yeni gələn xanımlarımız olar, hansı ki güc birlikdə komandası artıq bütün Zirvənin Prezidentləri komandası üzərlədiyi üçün ola bilər. Hal-hazırda artıq bir komandaya malikəm və inanıram ki, inşallah bizimlə bərabər Zirvənin Prezidentlərində fəaliyyət göstərən bütün xanımlar gələcək bu biznes sayəsində inşallah ki, gözəl yerlərə çatdırmağı bacaracaq. İki liderim çok güzel şekilde fikirlerini bölüştü. Buradan da onu yetiştiren hem Lale Carova'ya Güler Xanım, hem Çimdə Rüyayla xanıma dərin təşəkkür bildirəm ki, bu cür möhtəşəm liderlər yetişdirir. Keçək mövzumuza. Hansı ki müsahibə? Mənə görə müsahibə ümumilikdə insanın özünün doğru düşüncələrini qarşı tərəfə ötürməsindən ibarət. Sənin gözəl danışığına, gözəl fikirlərinə, gözəl ideyalarına ehtiyac yoxdur. Hansı ki sən birinci növbədə sevdiyin bir işi, deyək ki mən bunu sevirəm, bu məhsulu sevirəm və bunu necə təqdim etməyim deyil. Daha doğrusu savadlı şəkildə təqdim etməyim deyil. Necə təqdim etməyimdən ibarətdir ki, mən bunu nə dərəcədə bəyənib, onu qarşı tərəfə ötürürəm. Bildiyiniz kimi müsahibə mətnində bundan ibarətdir. Aygün Məhəmmədova çox gözəl bir fikrə değindi ki, bəli, müsahibəni ilk bizim işimiz müsahibədən keçir. Müsahibə nədir? Daxil olduğunuz bir iş haqqında onun sənə verəcəyi xidmət nədən ibarətdir?
Ki sən bunu bildin. Bizim xidmətimiz nədən ibarətdir? Biz onlayn biznesdə çalışırıq, biz şəbəkə biznesində çalışırıq, biz hansı ki məhsullar üzərindən xidmətimizi davam etdiririk. Bizim işimiz, bəli, şirkət 3 ildə Azərbaycanda fəaliyyət göstərir. 3 ildə fəaliyyət göstərməsinə baxmayaraq, möhtəşəm bir məhsullara, kosmetik, gigiyenik, qida əlavələri, çaylar, kofelər bir məhsullara bir təqdimatına bizə təqdim edərək onlayn biznesimizi davam etdirmək üçün gözəl şəkildə fikirlərimizi qarşı tərəfə ötürüb burada həm gəlir əldə etmək, həm həyatını dəyişmək, həm imkanlardan yararlanmaq və ən əsas da ən gözəl məhsullardan və ən keyfiyyətli tərkibi tam olaraq bitkisel məhsullardan istifadə etməyi bizə sunur. Və bizə sunulan bir işdə bizim biləcəyimiz tərəf nədir? Bizim biləcəyimiz tərəf işin gedişatında işi doğru təqdim etməkdir. Bunu istəyirsiniz məhsullar üzərindən edərsiniz, istəyirsiniz qazanc planı üzərindən edərsiniz, istəyirsiniz maşın üzərindən edərsiniz, istəyirsiniz arzular, xəyallar üzərindən ki, Telli xanım da çox gözəl, həm Gülər xanım da o nüansa toxundu ki, nəyin üzərindən bacarırsınız, onun üzərində də təqdim edəcəksiniz. Müsahibə elə bir mövzudur ki, Güləri də dinləyəcəksiniz, Aygünü də dinləyəcəksiniz, Aysun'u da dinləyəcəksiniz, Ayşəni də dinləyəcəksiniz. Amma özünüzü üzünküləşdirib bunu qarşı tərəfə ötürəcəksiniz. Burada Nərmin Quliyeva var, sevdiyim çox bir liderdir. Təzə gələn vaxtlar Nərmin Quliyeva çox gözəl savadlı şəkildə qruplara müsahibələri atarkən TikTok, Lalafo, Ünvanaz, Hüsələ xanımla birlikdə, o birlikdə inkişaf kanalımız var idi. Orada bütün xanımların bu sosiallarda necə fəaliyyətini davam etdirməsi haqqında hər ikisi bir-birinə yaxşı mənada təkan verərək o qrupa atarkən müsahibə mətninin önəmli olduğunu mən həm Hüsələ xanımdan, həm də Nərmin Quliyevadan dinləmişdim. Orada Hüsələ xanıma səsimi atdım ki, Hüsələ, ya təlim, dedilər ki, müsahibə mətni önəmlidir. Mən başladım müsahibəni yazmağa, dəftər bir dəftər yazmağa. Dinlədiyimi həm Nərmin xanımdan, həm Hüsələ xanımdan dinlədiklərimi götürdüm, yazdım ki, neyniyim? Özüm üçün bir şeylər çıxardım və başladım bunu Hüsələ xanıma səsli şəkildə atmağa. Belə bir söz dedi, yaxşıdır, get, qəşəkdir, əladır, superdir. Yəni Hüsələ xanımın da mənə indi belə deyim də, lor dildə deyəcəm, qaz vermə versiyası idi. Getdim Nərmin Quliyevaya səs atanda belə bir söz işlətdim Nərmin xanım ki, Şənə xanım çox gözəldir. Amma onu biraz enerjili şəkildə elə, hansı ki, məhsulların necə təqdimatını edirsənsə, məhsulları necə sevirsənsə, sənin qarşı tərəfə ötürə biləcəyin müsahibə də özgüvənli şəkildə olmalıdır. O gündür, bugündür o müsahibəni qoydum, qatladım, qoydum kənara. Oradan çıxartdığım nəticələri özümünküləşdirib, məhsullar üzərindən təqdimatımı gücləndirdim və çox da gözəl, uğurlu alınırdı. Hansı ki, hər dəfəsində demişəm ki, məhsullar kanalından belə skrin eləyib atırdım ki, yəni mən məhsulların şahlı təqdimatını deyil də, o məhsullar kanalında olan insanların skrin eləyib də, yəni bugün o skrin bəlkə də o vaxtı bugündən qalıbdı ki, maşallah o gün 2300'lük skrin silmişəm. Çünki bir də bir söz işlətdi liderlərimdən hansısa ikisi, öyrəndiyini anında tətbiq etmək. Sən bunu öyrəndin, içində saxladınsa, yəni boş. Zaten burada etdiyin zaman boş zaman etkisidir. Deyib, qarşı tərəfə ötürəcəksən. Keçək indi bugün mənim əsas mövzum olan çalışma prinsipində uğurlu olmağın ən püf nöqtələrinə. İlk növbədə, əgər buradasansa, fəaliyyət göstərirsənsə, zamanını ayırırsansa, o zaman birinci növbədə övladlarına, özünə, belə doğru dildə yenə deyəcəm, yazığın gəlsin ki, bu zamanı zaya etmə. Çünki həqiqətən ömür qısa, zaman keçir və bizim bu aydan gələn aya, sizi bilmirəm, məndə göz qırpımında gedir. Bir də ayılıram ayın əvvəldir, bir də ayılıram ayın axırıdır ki, bu zamanı nə dərəcədə dəyərləndirmək, nə dərəcədə doğru zamana görə idarə etmək, nə dərəcədə həqiqətən də gələcəyimi, mənə verilən fürsəti doğru dəyərləndirməyi, doğru yöndə istifadə etməyinizi hər birinizə tövsiyə edirəm. Çünki buradasınızsa, deməli bəli, hər biriniz 151 xanım burada qazanmaq üçün buradadır. Nəinki 151 xanım, qruplarda olan bütün xanımlar, hər kəs bura varından deyil də, hər kəs bura yoxundan gəlir. Hər kəs burada həyatını dəyişmək istəyir. Bu arada üzümdəki bütün məhsullar Home Life məhsullardır. Tenindən tutmuş, tujundan tutmuş, tonalisindən tutmuş, pomadasından tutmuş. Hər bir şeyi Home Life-a aiddir ki, bu yaşda olmağıma baxmayaraq, maşallah olsun ki, bu məhsullar çox gözəl şəkildə yüzümü toparlamağı və gözəl görünməyi təmin edir. Bu da bütün xanımlara tövsiyə edə bilərsiniz. Keçək slaytlarımıza uğurlu olmağın ən əsas püf nöqtələrinə. Başlayaq. Deməli, ilk növbədə bir sistemə daxil olarkən, bir işə daxil olarkən bu istənilən sahə ola bilər. İstər onlayn biznes, istər offline biznes, istərsə də ki, hər hansı bir işə qoyularkən, hər hansı bir işin ucundan tutarkən, hər hansı bir işdə uğurlu olmağınızı təmin etmək istəyirsinizsə, aydın məqsəd müəyyən etməlisiniz ki, bunu iki liderim, hər ikisi aydın məqsədin önəmli olduğu faktoru çox gözəl şəkildə çatdırdı. Nə üçün çalışırsan? Nəyə görə çalışırsan? Və sənin ümumiyyətlə hədəflərin nədən ibarətdir? Sən nə qədər zəhmət çəkirsən? Sənin hədəfin yoxdursa, istiqamətin yoxdursa, o zaman niyə burada fəaliyyətini davam etdirirsən? Sən özün üçün qısa müddətli və uzun müddətli hədəflər təyin etməlisən. SMART prinsiplərinə riayət etməlisən. SMART prinsipi nədən ibarətdir ki, spesifik, spesifik, M ölçülən, A əlçatan,
R real, T zamanla məhdud. Yəni hansı ki, nə edəcəksən? Sənin qısa müddətli və uzun müddətli sənin o hansı ki, düşüncələrin, fikirlərin və getdiyin bir yolda bir amalın, bir məqsədin olmalıdır. Bu məqsəd nədən ibarətdir? Mənim mühakim məqsədim AKİK açmaqdır. Və mən bu AKİK açmaq üçün nə edirəm? Həqiqətən də 4000 CP-ni toplamaq üçün mənə neçə devriyə, nə qədər insan, nə qədər insana mən öz müsahibələrimi çatdırmalıyam, nə qədər insanla danışmalıyam ki, mənim o AKİK rütbəsini açacağım bir yolda o CP-ni və o insanları bu sistemə daxil etmək. Və insanları sistemə daxil edərkən, xanımlar, siz onların qazanmasını təmin etmək və milyonluq bir layihənin bir üzvü olaraq onların da bu üzvə daxil etməsini təmin edirsiniz. Nə edəcəksiniz? Amallı, qısa müddətli özünüzə qarşınıza hədəf qoyacaqsınız. Bəzən olur ki, hədəflərimizə doğru bəlisə, ayın birindən başlayırıq, çox mükəmməl şəkildə 15 günü çalışırıq, 15 günündən sonra artıq bilirik ki, bizim istədiyimiz alınmayacaq. Ona görə yavaş-yavaş arxaya çəkilirik. Bu ən böyük yanlışdır. Ən böyük yanlışdır ki, sənin getdiyin yolda, sənin əgər xəyalların və arzuların sadəcə və sadəcə aylıqdırsa, o zaman yəni aylıq olaraq çalış, ömür boyu da aylıq olaraq çalışaraq çabalayacaqsan. Ya istədiyin mini rütbələri təsdiqləyib, gələn ayda 15 gün çalışacaqsan, o biri ayda 15 gün çalışacaqsan, uzun müddətdən sonra 5-6 aydan sonra, 1 ildən sonra bir zülmlə hər hansı bir rütbəni təsdiqləyəcəksən, əmin ol ki, rütbəni də əldə saxlaya bilməyəcəksən. Niyə? Çünki sənin artıq hədəflərin burada işləmək deyil. Sənin artıq hədəfin sadəcə və sadəcə aylıq hədəfinə fokuslanıb, alınacaq, alınmayacaq. Artıq mən burada özümə vaxt qoymuşam, zaman qoymuşam və mən burada istəmirəm o aylıq hədəfimə çatmadığım üçün, mən burada inanmıram ki, istədiyim nəticələri alam. Xeyr, sən aylıq hədəflə çatmamısansa, o zaman nə edəcəksən? Gələn ay ondan daha çox çalışıb, keçən aydan nəticələr çıxardıb, keçmişin sənin təcrübən, gələcəyin isə quracağın bir biznesin təməli olmalıdır ki, keçmişdən dərs çıxardıb, gələcəyə doğru o səhvlərini bir də etməmək, bu sənin qısa müddətli hədəflərindən ibarətdir. Uzun müddətli hədəflər nədən ibarətdir? Məsələn, mənim illik hədəfim var. İllik hədəfimdə aylıq gəlirimin deyək ki, 3000-5000 olmasıdır və uzun müddətli hədəflərimdən biri də ki, bildiyiniz kimi Gəncənin mərkəzindən inşallah ki, o evə sahib olmaqdır. Bu mənim daha çox illərə sığdırdığım hədəflərimdir ki, nə edirəm? Bu amala doğru hər gün çalışıram. Çünki insanlar uzun müddətli hədəflər qoyarkən, xanımlar, daha doğru çalışırlar, daha gözəl çalışırlar. Çünki bayaqları qeyd etdim, aylıq hədəf qoyduqda təbii ki, sənin aylıq hədəflərin illaki olmalıdır. Çünki sənin qısa müddətli hədəfin olmasa, uzun müddətli hədəflərinə də çata bilməzsən. Amma bu hədəfə necə istifadə edəcəksən, necə yol alacaqsan deyərək, yoluna doğru davam edərsənsə, uzun müddətli hədəflərinə də çatmış olarsan. Sonra, deməli, prioritetləri doğru müəyyən etmək. Ən vacib işlər ilk edəcəksən. Bu nə deməkdir, xanımlar? 80-20% qaydalarına uymalısan. Necə? Mənim 80% arxa planda, məsələn, illik hədəfim nədən ibarətdir? İllik hədəfim deyək ki, hər hansı bir 10 minlik, 100 minlik, 50 minlik, nə bilim, 20 minlik, 5 minlik, bir də hədəflərinizi böyük tutun. Çalışın 1000 manat. Bu il mənim arzum 1000 manat gəlir götürmək deyə deyil. Bu il mənim arzum ən az o kabinetimdə deyək ki, 5000-i görməkdir. Çünki insan nə qədər hədəflərini yüksək tutarsa, o qədər hədəflərinə doğru çalışma prinsipi ona görə ayarlayar. Və 80-20% nədən ibarətdir? Məsələn, mənim işlərim 80% bu hədəfə doğru irəliləmək, amma 20% da bu aylıq hədəfimi doğru irəlilədib, bu aylıq hədəfimə çatmaq. Və bu aylıq hədəfimə çatmaq üçün ki, mən ev arzulayıram, ev arzuladığım kimi də bu ay mən zaten o evimə sahib ola bilməyəcəm. 20%, 80% Allahın izni ilə bu il o evə sahib olacağam, amma 20% mənim hal-hazırdakı gəlirimin 2000 olmasıdır. Və vaxtımı boş yerə sərf etmək əvəzinə doğru şəkildə məqsədə doğru irəliləməyim və doğru şəkildə bütün sosiallardan deyək ki, çalışmağım və bu ilki amalımı olduğum, bəli, komanda içindən komanda doğurmaq çox gözəl bir prinsipdir ki, mən özüm hər dəfəsində bunu qeyd etmişəm ki, mən çox əvvəllər məsələn ümumiyyətlə qeydiyyat gətirə bilməmişəm, amma ən azından komanda içindən komanda yetişdirib. Bugün kimlər ki, deyəndə mən 1000 qeydiyyat gətirmişəm, belə məhdər qalaram ki, 1000 qeydiyyatı mən gətirə bilsəydim zamanında, bugün bəlkə də daha yüksək zirvələrdəydim. O görmək istədiyim o evə elə bu gün də sahib olmuş olardı. Və nə edəcəksən? Sən vaxtını boşa deyil də, həm özünü gelişdirmək, həm yoluna davam etmək, doğru idarə etmək, getdiyin yolda doğru amala xidmət etmək, doğru məqsədlərini təyin etmək deyil, aylıq və illik hədəflərini doğru belirləyib, o 20% qaydanı önə çəkəcəksən. Nədir işim? Mənim işim bu ay AKİK açmaq, zümrüd açmaq, safir açmaq, turkuaz açmaq, oniks açmaq, ləl açmaq, kuvars açmaq. Bu hədəfini belirlədin və bu hədəfini belirlədikdən sonra illa ki o hədəfə doğru bu ay
nə olur olsun o hədəfini doğru şəkildə hədəfləyib çatmağını təmin etməlisən. Tamam, bayaqlar qeyd etdim. İstisnalar var ki, bəzən hədəfimizə doğru çata bilmirik. Nə qədər çalışmamıza rəğmən o bəzi problemlər çıxır, bəzi nüanslar çıxır ki, bizdən asılı olmayan proseslər, bizdən asılı olmayan bir prinsiplər çıxır ki, biz ona riayət edə bilmərik. Amma sən gələn ay mütləq o hədəfinə doğru İlla ki ona çatmalısan. İlla ki çatmalısan. Niyə çatmalısan? Çünki bu bizi arxayınlədir. Bugün bu ay mən hakiki aça bilmədimsə, eyb olmaz gələn ay açaram. Gələn ayda aça bilmədimsə, eyb olmaz o bir ay açaram. Eybi olmazlar. İnan ki sizin işləmə prinsipinizdə sizin arxayınləşmənizə gətirib çıxardır. Sizin doğru irələməməyinizə gətirib çıxardır. Özünüzə əziyyət verin. Yorulun, bezin, sıxılın, sinirləriniz pozulsun. Eyb olmaz. Eyb olmaz. Bilin ki ucunda, sonunda sizi gözəl gəlirlər, gözəl həyat, gözəl yaşam tərzi gözləyir və buna dəyər. Bu qədər xanım əgər dəyər deyərəkdən bugün bu gəlirlərə sahib olublarsa, bugün həyatlarını dəyişmək olsun ki, irəliləyirlərsə, bugün isteklikləri gəlirlərə sahibdirlərsə, o zaman sən də yorulmaqdan qorxma. 20-80%. Belə deyək də 20-nin, daha doğrusu 80-in 20-yə doğru irəliləyərək, doğru çalışaraq gözəl nəticələrini də inşallah həm ay sonunda, həm də il sonunda nəticələrə sahib olmaq ümidi ilə. Plan və sistemli ol. Mən deyərdim ki, bu sistemdə ən uğurlu insanların doğru statistika və planları olduğu üçün bu günlər maşallah olsun ki, istədikləri nəticələri alırlar. Gündəlik, həftəlik planlarınız mütləq və mütləq olmalıdır. İşləri böl və mərhələlərə ayır. Sonra fokuslan, hər dəfə bir işə tam diqqət yetir. Məsələn, biz nə edirik? Biz birinci növbədə həftəlik planlarımızı etmirik. Mənim arzum hakiki açmaqdır. Mən təbii ki, ən aşağı rütbədən deyirəm və özünüz üçün də böyük rütbələri örnəyinizi götürün. Mən bu ay hakiki açmaq istəyirəm. Həftəlik planım nədir? Həftəlik planım 100 insana yazıb, ən azından günə bir qeydiyyatı qarşıma hədəfləyib, ən azı 5 müsahibəni keçib, ən azından kataloqun sonuna qədər deyək ki, 8 nəfəri sistemə daxil etməkdir. Sistemə daxil etməkdir. Mən nağarıram. Sabahdan başlayaram. Gedirəm qrupları dinləyirəm, təlimləri dinləyirəm, nə bilim sosiallarda biraz deyinirəm, gəzinirəm, özüm üçün takılıram. Amma mən gündəlik qarşıma qoyduğum hədəfi 3 gündən sonra yadıma düşür ki, mən ayın əvvəlində qarşıma hədəf qoymuşdum ki, hər gün bir qeydiyyat, günə bir təlim, günə bir hər hansı bir işi öyrənmə, günə bir insanla danışma, komandamda olan insanların günə 5 nəfərlə danışma, 3 nəfərə məhsul devrəsini təşkil etmək, gündəlik olaraq məhsulun təqdimatını öz düşüncələrimdə, öz filmdə, öz ideyalarımla, öz kameramda çox qəşəng şəkildə təqdim etmə. Yəni sənin planın olmazsa, plansız bir yerdə qırılarsan. Bir yerdə yorularsan, bir yerdə sıxılarsan, bir yerdə istədiyini almasan. Bilirsən niyə? Çünki əgər sən axşamdan planını qurmusan ki, səhər-səhər duracam, evi yığışdıracam, yeməyi pişirəcəm, sonra uşaqları məktəbə yola salacam. Bunu ev işlərinə deyirəm. Yuxudan saat 9-da plan qurmusansa, 12-yə qədər işini bitirmək, 12-dən sonra uşaqların məktəbə yola salmaq və hər hansı bir işlə məşğul olmaq, evi tökmək, pərdələri yumaq düşüncəsi varsa, sən 9-da deyil, 11-də qalxanda əlbəttə ki, planın sənin işləməyəcək. Əlbəttə ki, sən planına onu %100 sabağa saxlayacaqsan. %100 sabağa saxlayacaqsan. Çünki sənin planların onun üzərindədir ki, 3-də də yoldaş gələcək. Zaten 3-də yoldaş gələndə artıq mənim evimin təmizliyi görülməlidir ki, o gələndə evi kirli görüb danışmasın. Deməsin ki, mən yemək yeməyə gəlmişəm işdən, sən də tökmüsən ev eşiyi, nə deyib bu? Bilirsən ki, bu sənin başını ağrıdacaq. Bu sənin başını ağrıdacaqsa da o zaman məcburən sən bunu sabağa saxlayırsan. Və sabah yenə yuxudan yatıb qalırsansa bir günə saxlayırsan. Və sən neynirsən? Gündəlik planını arxa plana atırsan. Və həftəlik planlarınız nədən ibarətdir? Həftəlik planlarımız bilirsiniz də biz statistika və plan üzərindən irəliləyərkən deyək ki, mən AKİK rütbəsini açmaq istəyirəm. AKİK rütbəsi üçün mənə 4000 CP lazımdır. 4000 CP-nin 1000 CP-sini məsələn həftəyə vurdurmalıyam ki, mən 2 qeydiyyat gətirməliyəm. Və yaxud da ki, əgər komandamda insanlar varsa 2 insana, 5 insana yazıb o 1000 CP-ni oradan çıxartmalıyam ki, birinci həftə 1000 CP, ikinci həftə 1000 CP, üçüncü həftə 1000 CP, dördüncü həftə 1000 CP. Artıq bəli, mən planıma doğru tıkır-tıkır həftəlik olaraq planlarımı da planlaşdırmışam. Həftədə bir dəfə təlim keçmək istəyirəm. Həftədə bir dəfə yeni bir format üzərindən, təlim üzərindən öz inkişafımı genişləndirmək istəyirəm. Mini təlim keçmək istəyirəm. Həftədə bir çölə çıxıb gedib uşağın məktəbinə gedəcəm. Uşağın məktəbində valideynlərə yazacam. Və yaxud da ki, həftədə bir dəfə mən çölə indi bəzi xanımlar var ki, maşallah olsun ki, öz müsahibələrini, öz dəvətlərini canlı üzərindən edir ki, hansı ki, Sevda Kərimova çox gözəl bir vizitka da hazırlamışdı ki, satıcılar üzərindən, satış edən insanlar üzərindən o vizitkanı paylayırdı. Mən vizitka çıxartmışam və mənim həftədə bir dəfə o vizitkanı paylamaq günümdür deyib planlı şəkildə
hərəkət edərsənsə, əmin ol ki, burada qazanmayan hər bir xanım qazanır. Buna %100 əmin olun ki, hər bir xanım doğru çalışarsa burada qazanır. Sonra işləri bölürsən və mərhələyə ayırırsan. Bir komanda şəklində işləyərkən bir AKİK rütbəsi təbii ki, burada nəzərdə tutmuram. Artıq bir rütbəni təsdiqlənmiş alt komandasında 5 dənə insan olan insanlara da mənim burada artıq planını necə sistemli şəkildə irəliletməyə bacarmalıdır. İşləri bölməlidir. Məsələn, qrup idarəçiliyi, hansı ki, maşallah olsun ki, zaten bunların hər birini bilirsiniz. Yəni, burada yeni gələnlərədir, xanımlarımıza sözümüz ki, siz planlı olaraq, sizin gündəlik olaraq o qrupunuzda bölgülər getməlidir. 5 xadımınız var. Bəli, o 5-i də gündəlik olaraq bir gün biri, deməyin Layla xanımın komandası, deməyin Acın Məmmədovanın komandası, deməyin, nə bilim, Layla Cəfərovanın komandası, Aynur Rzayevan, nə bilim, olsun qardaş qollarda Zülfiyə xanımın, Nahidə xanımın komandasıdır. Fərqi yoxdur. Kimin qrupu olsun? Lap güc birlikdə qrupudur, ümumi zirvənin prezidentlərinin qrupudur. Sən orada özün üçün alan yarat. Çünki olduğun hər bir qrup sənin qrupundur. Nə Günların deyil, nə Çınarənin deyil, nə Füsailənin deyil, nə Acının deyil, nə Aysunun deyil, nə Laylənin deyil. Sənin qrupundur. Çünki sənin iş çatın, hər kəs üçün bir iş çatı var. Hər kəs üçün bir iş alanı var. O alanda nə qədər özünü gelişdirmək, nə qədər özünü o iş çatına. 5 qızın mı var? 5 liderin mi var? 5 xanımın var. O 5 xanıma gündə qrup idarəçiliyini ver. Ver o qrupda, denən sabah sənin təlim günündür. Denən sabah sənin, nə bilim, mini təlim atmaq günündür. Sabah sənin qrupda bütün xanımları cavablandır. Demə Nahidənin qızıdır, demə Aysunun qızıdır, demə Gülərin qızıdır. Sənin işin bu günləri, elə bu gündən işinin peşəkarına çevrilib, qrupda insanlarla necə davranmaq, necə danışmaq, onlara necə dəstək olmaq lazımdır. Buyur, bu gün sən, yəni işlər, iş bölgüsü olmaq məcburdur. Və bizim xanımların səhvləri bir də nədən ibarətdir? İş bölgüsü verərkən hövsələləri çatmır, sinirləri oyanır. Ayda, mən ona buna belə demişdim. Bu mənə getdi, belə yaratdı. Keçim özüm etmək. Ən böyük yanlış. Valla işlərə o qədər asaddır. Girərəm kabinetə. Nə qədər insan var komandamda. Hər birinə məhsulda vurduraram. Hər birini təlimədə çıxardaram. Hər birinə qrup idarəçiliyi də verərəm. Amma işləməklə mən bir yerə qədər qazana bilərəm. Amma işlətməkdən onu qazandırıb daha çox qazanaram. Mən də bir yerə qədər qazandım. İşlədim. Ay, bütün günü təlim keçdim, bütün günü qruplarda oldum, bütün günü belə deyim də, məhsul divlələrinin hər bir şeyi mən etdim də. Yəni gərəkən lazım olan hər bir şeyi mən etdim. Bir edəcəm, iki edəcəm, üçüncü səfər o insanlar da işini məsulunu dərk etməyəcək, işini məsuliyyətini anlamayacaq, sabah da çıxıb gedəcək və o insanlar qazanmayanda da sən də qazanmayacaqsan. 1 ay, 2 ay, 3 ay, 5 ay, 1 il qazandın, ikinci il qazanmayacaqsan. Bu gün mənim alt komandamda olan liderlər, əgər qazanmasalar, valla mənim yanımda qalmazlar. Zamanında işlətdiyim üçün, bugün işlədikləri üçün, bugün onlar işlətməyə bacardıqları üçün, bugünləri həm onlar qazanır, onlar qazanır, mən də daha çoxunu qazanıram. Yəni iş bölgüsü mütləq və mütləq bir liderin gələcəkdə quracağı biznesdə elə gəldiyi gündən mütləq və mütləq olmalıdır. Biraz yoracaq, biraz çətin olacaq, biraz sıxılacaqsınız, biraz həqiqətən də sizin dedikləriniz olmayacaq, istədiyiniz kimi getməyəcək, o insanlara nə qədər anlatmağa çalışsan da başa düşməyəcək. Xanımlar, biz 0-cı sinifə gedəndə müəllim uşağın əlindən tutaraq başlayır və onu yavaş-yavaş sinirləri əlindən tutub, sizcə əlindən uşağın tutub yazdırmaq asan dolar. Belə yaz, A yaz, I yaz, P yaz, G, L, gəl yaz. Bu yaxşıdır. Hansı asaddır? Əlbəttə ki, uşağın əlindən, bəzi analar var ya, uşaqları elə zamanda kör qoyurlar. Əlindən tutar. Bəzən olur qohumlarımızda belə baxırdım ki, onlara gedəndə gördüm ki, uşağın əlindən tutur. Ay sən Allah deyir, başım xarab oldu. Uşaq bütün deyir, məmsi. Deyirəm, sən neynirsən? Deyirəm, ağarım, başım xarab oldu, örgənmir, eləmir, heç örgənməsin. Deyirəm, bax, ən böyük də problemim buradadır. Sonra da sabahlar deyirsən ki, mən bu qədər pullar tökdüm hazırlıqlara və mənim uşağım instituta girmədi. Əlbəttə ki, girməyəcək. Çünki sən təməlini artıq o uşağın arxain şəkildə özünü əlindən tutub yazdırmısan. Örgənəcək, örgənmir. Çünki o uşaq elə 0-cı sinifə gedəndə, ananın onun əlindən tutduğunu görəndə elə 4-cü sinifə qədər ağlayır ki, sən otur mənim qarşımda, sən şeiri danış, mən əzbərləyim. Bax, bu iş də belədir. Ona görə işləri bölmək doğru şəkildə və sizlərə də buradan tövsiyəm, yeni gələn xanımlara və hansı ki sponsorları gəl bu işi gör deyən xanımlara çalışın edin. Bu sizin gələcəyinizi gözəl şəkildə təmin etməkdir. Biz uşaqlarımızın əlinin ağrımasını heç vaxt istəmərik. Heç vaxt istəmərik ki, o əlini gilə-gilə ağlayırlar. Keçən səfər bir Instagramda belə bir paylaşım qarşıma çıxmışdı. Yəqin ki, bu artıq TikTokda da fenomen olmuşdu. Uşaq ağlayır. Mən artıq bacarmıram. Mən artıq edə bilmirəm. Qarnım ağrıyır. Anamı istəyirəm. Baxın, bəhanə gətirir. Niyə? Oxumaq istəmir. Baxın, siz də burada tələbəsiz. Siz də burada şagirdsiniz. Çalışın. Fərqliliyi ondan ibarətdir ki, ana övladına edərkən can parəsi olduğu üçün məcburən edəcək. Amma
Sizlər bu sektorda sən etməyəcəksən, çünki bizim zamanımız limitlidir. Biz uşaqlarımızdan, ailəmizdən, övladımızdan, gələcəyimizdən, saatlarımızdan, yer üzündə ən dəyərli olan xanımlar saatdır ki, onu heç nə qaytara bilməz. Yəni hər şeyi qaytarmaq olar, küsmək, incimək, gəzmək, süzmək, hər bir şeyi zamanı geri qaytarıb onu yenidən yaşaya bilərsən. Amma sən zamanı, sənin həyatından axan zamanı əsla və əsla geri qaytara bilməzsən. Keçmiş artıq bir saat sonra, bir saat əvvəl, bir saat əvvəldə qaldı. Və heç vaxt o zamanı geri qaytara bilmərəm. Ona görə də sizin bu günlər liderləriniz əgər sizə dəstək məqsədindən onu et, bunu et, bunu et, bunu burada yanlışsan, bunu yanlış edirsən, burada doğru edə bilərsən deyirsə də, bil ki, sənin getdiyin yolu o. Bugün niyə evlatlarımız üçün özümüzü öldürürük? Niyə əlindən tutmuruq? Çünki bilirik ki, uşağımızı kör edir. Çünki biz də o yolları getmişik. Elə təhsilsiz xanımlar var ki, elə təhsilsiz atalar var ki, bugün mənim yoldaşımın 2 əlidir bir başı. Hər dəfəsində deyir ki, görürsünüz, ananız oxuduğu üçün bu sahədə belə uğurlu olmağı bacarır. Amma mən oxumadığım üçün, neynirəm? Gedirəm çətin bir işdə çalışıram. Nə qədər maaşa? 350 manat maaşa. Ona görə oğlanlarına deyir ki, oxuyun. Oxuyun. Niyə? Çünki o həyat yolunda buradan keçib və gedir uşaqlarının gələcəyini təmin etmək adına mən etdim, siz etməyin deyir. Və sizin sponsorlarınız da səfərdən doğrularını çıxartdıqları üçün bir pillə səndən yüksəkdirsə də, akikdirsə də, sən yeni gəlmisənsə, deməli o akikə gedən yolu bilir. Sən onu dinləyəcəksən, onun dediklərini tətbiq edəcəksən ki, inşallah ki, uğurlu olmağı da bacaracaqsan. Bir də hər dəfə işə tam diqqət. Bu bizim xanımlarımızın ən böyük yanlışlarından biridir ki, işə tam fokuslanmırlar. Necə? Olar, olmaz. Alınar, alınmaz. Mən bacarmadım. Çinara şanslıydı. Görsən nə gözəl danışır. Demir ki, Çinara gələndə zaten 5 dənə cümləni arda doğru qoşa bilmirdi. Çinara zaten xınası o söz başına yaxardı vaxtında, amma neynədi? O xınanı yaratmağı bacardı. Hazırladı, tapdı. Sonra da yaxdı başına. Maşallah ki, hər kəsin də başına yaxaraq bu günləri artıq uğurlu bir xanım olub, uğurlu bir xanımları da yetişdirib. Neynəyəcəksiniz? Fokusunuzu sırf işə verəcəksiniz. Sırf işə verəcəksiniz ki, çünki xanımlar bu elə bir sahə, elə belə sahə deyil. Bu sadəcə və sadəcə olar olmaz deyə baxdığınız iş heç vaxt uğurlu ola bilməzsiniz. Məsələn, uşağınızı hazırlığa qoyarkən və yaxud da ki məktəbə niyə qoyursunuz? Deyirsən ki, əşə getsin məktəbə, onlar insta daxil olar, olmaz da heç olmasın da, olmaz. Xeyr, biz nə var, neyinirik? Biz o uşağı məktəbə yollayırıq, biz uşağa əziyyət çəkirik, biz o uşağı hazırlığa gedirik, biz o uşaqdan ötürü başımızı ağrıdırıq, biz o uşağı otururuq, gəl otur qarşımda, yaz, poz, düzəlt, qoş, nə bilim, həll et. Neyinirik? Əziyyət çəkirik. Və bütün fokusumuzu o uşağımızın üzərində xəyal quraraq ki, mənim də oğlumun inşallah ki, arzum Amerikada təhsilini davam etdirməsidir ki, buna %100 əminəm ki, böyük oğlum, biraz balaca oğlum, dünənləri birinə gedim, sosiallarda paylaşmışdım, yəqin ki, baxanlar baxıblar, balaca oğlum götürür mikrofonu əlinə danışarkən öz səsiz başına düşür, belə diksinir. Biraz uşaqdır, yəni inanmıram, amma bilmək olmaz, yenə də onun üzərində də çalışıram. Amma inşallah ki, böyük oğlumun bütün fokusumu vermişəm böyük oğlumun inşallah ki, xaricdə təhsil almağına. İnşallah ki, bu gündən sonra, bu təlimdən sonra da kiçik oğluma da verəcəm. Görürəm ki, fokuslanma önəmlidir. Yəni, fokusunuzu verəcəksiniz arzularınıza, fokusunuzu verəcəksiniz işləməyinizə, fokusunuzu quracağınız biznesə, fokusunuzu verəcəksiniz gözəl pullar qazanmağa, fokusunuzu verəcəksiniz çalışmağa, fokusunuzu verəcəksiniz doğru işləmə prinsipini özünüzdə formalaşdırmağa və gerisi təfərrüat. Özünü daim təkmilləşdir. Bu sahə həqiqətən də bir yerdə bəli, adam gətirmək, qız gətirə bilərsən. Bayaqlar qeyd etdiyim məhsullar üzərindən də insanları bu sistemə daxil edə bilərsən. Amma böyümə və inkişaf etmək üçün əgər sən böyük pullar qazanmaq istəyirsənsə, böyük bir başa malik olmalısan. Böyük bir başa malik olmaq nə deməkdir? Mən Turkuazı yenə də özümdən bir stat gətirmək istəyirəm ki, mən Turkuazı açanda vallahi mənim komandam həm satıcılardan, alıcılardan ibarət idi. Özüm də elə ancaq meylim ancaq satışdaydı. Ona məhsul vurdurum, buna məhsul vurdurum, ona məhsul vurdurum, ona. Mən əgər özümü təkmilləşdirməsəydim, bu gün mən istədiyim nəticələr ala bilməzdim. Bu gün mən gələcəyimi təmin edə bilməzdim. Bu gün mən uğurlu liderlər yetişdirə bilməzdim. Çünki mən özümü təkmilləşdirməli idim ki, o insanların da təkmilləşməsinə təkan olum, dəstək olum. Məsələn, təkmilləşmək nədən ibarətdir? Kitab oxumaq. Mütləq çalışın, kitab oxuyun. Niyə? Gündə bir səhifə oxuyun. Məsələn, mən kitab oxumağa o qədər də mən müsahilə edirdim ki, məsələn, mən kitablar oxumuram da. Mən nə yaxşı belə özümü təkmilləşdirməyə bacardım. Mənə belə bir söz dedi. Sən kitab oxumağı sevmirdinsə də, sən 3 il miqa hazırlaşmısan. Sən o hansı ki, beyin açan misallar, bunu 4-cü sinif müəllimələri və yaxud da ki, 4-cü sinif uşaqları olanlar bilərlər ki, həqiqətən məsələ o qədər qəlizdir ki, oturursan, neçə saat fikirləşsən, vur, o həmçinin miqa hazırlaşanda eyni məsələ, eyni misal üzərinə nə qədər çevirirsən, bu üzə ki, istədiyin nəticəni ala bilmirsən. Deyib, bəli, o zamanında oxuduqları buymuş ki, bugün mənim köməyimə yetibdir.
Sonra seminarlar, hansı ki maşallah olsun ki seminarlar olur, təlimlər olur, canlı təlimlər olur. Ya yaxşı mənada ağız güdün xanımlar. Hər kəsdən bir şeylər götürün, anında onu dəftərinizə qeyd edin. Neyinin özünüzü təkmilləşdirin. Mütəxəssislərdən öyrən. Mütəxəssis dediyin burada hal-hazırda maşallah olsun Turkuazdan tutmuş. Turkuazı qoydum. Akikdən tutmuş ta Crown'a qədər yol getmiş liderlərimiz var ki, hər yerində istəyi verir. Hər bir təlim keçir. Bəzən olur ki, yeni gələn xanımlarımızda ola bilir ki, mövzu da eyni deyil. Məsələn, qrupa daxil edirik xanımları, olur. Belə insanlarımız da olur. Deyirlər ki, o onu təriflədi, bu bunu təriflədi. Eyni mövzulardır da, hə dəvət, nə bilim təlim, hə nə bilim insan resurslarına doğru çalışma. Baxın, eyni mövzudur, əlbəttə ki, eyni mövzudur. Amma eyni mövzuya gedən yolda uğur hekayələrində fərqli bir çətinliklərdən və yaxud da ki, fərqli bir işləmə prinsipindən istifadə edərək bu gün nə qədər uğurlu insanlar var. Və o uğurlu insanlar sizə danışarkən, fikirlərini bölüşərkən, siz onlardan özünüz üçün götürə bilsəniz, hər kəsdən bir şeylər götürüb. Çünki necə ki, barmaq izi fərqli olduğu kimi, yer üzündə, dünyada elə bir insan yoxdur ki, iki barmaq izi eyni olsun. Niyə? Çünki insan yaradılış olaraq həqiqətən də fərqli yaradılır. Və plus, uğur yolu, Home Life-da, zirvənin prezidentlərində elə bir insan yoxdur ki, ikisinin işləmə prinsipi üstə düşsün. Ki, qadın mən də bunu etdim. Bəli, ortaq olaraq, ümumi olaraq bir söz var. Mən keçən səfər təlimdə də bu barədə demişdim ki, sağa gedəcəksən, sola gedəcəksən, məkana satacaqsan. Gəl görək, mən sağa gedərkən mənim qarşıma çıxan maneələr nədən ibarətdir? Sənin qarşına çıxan maneələr nədən ibarətdir? Mən sola gedərkən hansı çətinliklər üzərindən gəlmişəm? Sən sola gedərkən hansı çətinliklər üzərindən gəlmisən. Və mənim yaşam tərzim fərqlidir, mənim ailə tərzim fərqlidir ki, sənin ailə tərzin fərqlidir. Sənin yoldaşında olan mənim yoldaşımda yoxdur, mənim yoldaşımda olan səndə yoxdur. Mənim qaynanan fərqli bir insandır, sənin qaynanan fərqli bir insandır. Və sənin bu biznesi ayıracağın vaxt zaman fərqlidir, mənim ayıracağım vaxt zaman fərqlidir. Amma neyinirsən? İlla ki, birinin digərinin üst-üstə düşən bir düşüncələri, fikirləri olur. Və hər kəsdən öyrənib onu tətbiq edərsənsə, özünü də daim inkişaf etdirmiş və o getdiyin yolda da uğurlu olmağı bacararsan. Rəqabəti analiz et, nəyi yaxşı edirlər, sən nəyi daha yaxşı edə bilərsən. Ən gözəl prinsiplərdən də biri rəqabəti analiz edəcəksən. Bəzi rəqabət insanlarda deyəndə insanlar yanlış yerə yozurlar ki, rəqabət paxıllıq başqa bir şeydir, rəqabət başqa bir şeylərdir. Gözünüz orada burada olmasın. Mən həmişə liderlərimlə danışarkən, yeni bir liderlə ünsiyyət qurarkən belə bir söz deyirəm. Gözün orada burada olmasın. Niyə gözünü? Filan kəs nətər qazandı, filan kəs nətər açdı, filan kəsin savadı yox idi, niyə belə danışdı, filan kəs nətər bacar, ayda heç o savadı yox idi, o nətər oldu filan rütbəni açdı. Bu deyil rəqabət. Rəqabət bilirsən nədir? Filan kəsin danışıq qabiliyyəti yox idi. Necə oldu bacardı? Dedim görüm nədən istifadə etdi bacardı, nəyi yaxşı etdi və onun yaxşı etdiklərindən sən nəyi yaxşı edə bilərsən ki, məsələn, mən özümdən örnək götürəcəm, yenə də buradan Nərmin Quliyevanın adını keçmək istəyirəm. Baxdım ki, mən bu qədər çalışmama rəğmən, bu qədər zaman ayırmağıma rəğmən, mən hələ yenicə rütbə açmışam, Nərmin Quliyeva ləli rütbəsini açıb. Sual verdim ki, o nətər olur? Bəzi xalqlar ki, mənim də o tutmalarım var idi, hansı ki, biz insan anlamırdım axı. Afisələ, o nətər olur ki, o ləli olur, mən amma hələ bu qədər bax, qruplarda varam, təlimləri dinləyirəm, bütün gün təlim keçirəm. Amma heç təlimləri də dinləmir, yer gəlsə təlim də keçmir. Amma nətər olur ki, o bacarır? Bilirsən mənə nə dedi? Dedi ki, sən onu qoyacaq bacarır. Dedim, yaxşı, sağ. Zaten mən onun nətər bacardığını müəmma. Və qrupuna daxil oldum, gördüm nə xanımlar. Liderimin qızları dağıdır. Liderimin qızları savadlı. Hər biri təlim keçir. Bir də köndüməz qızlarıma baxdım 2 il bundan öncə. Dedim, aha, deməli mənim yanlışım aradan ibarətdir. Mənim yanlışım lider yetişdirməyə, doğru formalaşdırmağa bacarmıram. Neynədim? Mən onu paxıllıq etməyə əvəzinə o paxıllıq duyğumu neynədim? Bastırıb nə götürə bilərəm mən bu qrupdan? Nə edə bilərəm ki, mən də onun kimi uğurlu liderlər yetişdirməyə bacararam. Sonra gəldim, təbii ki, özüm üçün bir qrup açdım. Bunu hər dəfə demişəm. Direktora namizəd qrupu. Başladım bu günləri Diamond üzəri liderlərimi ora yönləndirdim. Hansı ki, bugün mənimlə qalanlar, həm də olsun ki, artıq ən azı 500, 600, 1000, 2000 üzəri gəlir əldə edirlər. Neynədik? Orada lider yetişdirməyin püf nöqtələrini öyrənib, yıxıla-yıxıla, bacarmaya, itirə-itirə bu günləri artıq uğurlu lider yetişdirməyə də bacardım. Rəqabəti doğru analiz edəcəksiniz. Gözünüz orada burada olmayacaq. Filan kəs nətər bacardı, filan kəs necə etdi? Ayda, filan kəsə dəstək olundu 100%, filan kəsə qol qısa verildi 100%. Xeyr, sən ged ondan öyrən gör, o necə bacardı? Əmin ol ki, burada uğur qazanmağın kimsə kimsəyə dəstək olaraq qazandırmaq olmaz. Mən hər dəfə demişəm ki, mənim anam hələ də akikdir. Anam 1 ildir buradadır. 1 ildə özdə necə çalışır, onu bir Allah bilir, bir də bacım bilir evində. Mən gedəndə belə, sadəcə bir dənə bana cavab ver. Ay, mən deyirəm, sən Allah get buradan. Qurban olub əl çəkməkdən. Zaten mən 16 saat çalışan, ayın bütün aylarını çalışan
Sən zanın get sponsorum Salə xanıma deyən, məndən əl çək. Buna nə deyim? Ona nə deyim? Ay siz də deyir qız deyilsiniz ki, gəlib 1 ildə aktivdir. Əgər elə dəstək var idisə, ay liderlərim, mən neynirəm Aysunu qazandırım, Güləri qazanırım. Zaten ihtiyacı olan anamın oğlu ev tikdirir. Mən neynirəm? Salə xanım mənə dəstək olaraq valla kralından qazandırarıq. Belə qollarımla da məşğul olarıq. Amma bu biznesdə bu yoxdur. Bu biznes bireysəldir. Bu biznesdə çalışanlar, əmək sərf edənlər, doğru irəliləyənlər, zamanını doğru ayıranlar qazanır. Deyib yolunuza davam edib özünüzü maksimum dərəcədə təkmilləşdirəcəksiniz. Təkmilləşdirməyin bir növündən də biridir. Rəqabəti doğru analiz etməkdir. Məncə bu qədər kifayətdir. 8 prinsipimiz var. İnşallah ki, sabahlar zaten bir təlimim var. Onun da arxasından 4 prinsipi də o zaman deyərəm. Qısa ifadə ilə ifadə etmək istəyirəm fikrimi. Çox işləmək yox. Ağıllı və məqsədli işləmək uğurun açarıdır. Sağ olsun xanımlar. Sona qədər dinlədiyiniz üçün təşəkkür edirəm. Tam saat yarımda artıq təlimimiz davam edir. İnanıram ki, buradan da özünüz üçün örnəklərinizi götürüb, inşallah gələcəyinizi mükəmməl şəkildə quracaqsınız. Möhtəşəm bir layihədəsiz, möhtəşəm bir biznesdəsiz, möhtəşəm bir platform özünü, şəxsi inkişafını, qadın olaraq ayaqları üzərində durmasını, qadın olaraq gözəl fikirlər bölüşməsini, əmin olun ki, burada öz mövqeyini tapan, həyatda öz mövqeyini %100 tapacaq. Çünki bu sahə bunu vəd verir. Maddiyyatdan önəmli olan ki, mənəviyyat qazanmaq, həyatını dəyişmək, gözəl ana, uğurlu ana, ayaqları üzərində duran ana gələcəyə möhtəşəm övladlar bəxş edir. Ki, bu sahədə də ən gözəli bundan ibarətdir ki, bayaqları buna baxdım ki, bunlar nə yazıblar? Həqiqətən qürur və fəxrlə bunu göstərmək istəyirəm. Yazıb ürək, Çinarə. Oğlum yazıb. Hansı ki, indi gördüm. Belə çöndüm bayaqları baxdım ki, bu nə yazıb burada? Özü üçün nə takılıb? Ürək yazıb, Çinarə yazıbdı. Amma zaman var idi ki, həqiqətən də balaca oğlum heç məni sevmirdi, heç. Yəni, atası da çox meyilli bir uşaq idi. Dəhşət atasını sevirdi və atasına xoş görsəlsin deyə məni hətta atasının yanında deyir, atam, dədəm, yəni məni istəmir də. Deyirdim ki, mən öləmirəm, yaxşı eləyirəm, onu edirəm, bunu edirəm. Bircə dünənləri o ilk məsələn böyük oğlumu çox tədbirlərə falan aparmışam, amma kiçiyi aparmışam. Çox kür olduğu üçün atom bombasıdır. Allah hər birimizin övladını saxlasın. Dünənləri biz onunla tədbirdə ana bala birlikdə olmağı bacardıq. Mənə gəldi, bilirsiniz nə dedi? Ay ana, bütün qızlar bilir, sən nə deyir? Sənin nə qəşəng maman var. Sənin nə gözəl maman var. Yəni xanımlar, bugün övladlarınız üçün burada fəaliyyətinizi davam etdirin. Bugün gələcəyə gözəl övlad vermək üçün həyatınızı gözəl şəkildə irələtmək üçün burada davam edin. Bugün həqiqətən də uşaqlarınıza mən dünən bu təlim daha doğrusu bugün bir liderimin məndən bir inciməsi olmuşdu ki, hansı ki zəhləşmə zamanı belə bir söz demişdim ki, həqiqətən mənim imkanım yox idi ki, mən 200 manat o dünənki tədbirə görə biz yoldaş 450 manat alır, mən 200 manatını nətər verərdim ki, oğlumun təliminə, oğlumun o sinif şənliyinə. Və mənim oğlum, böyük oğlum Mehdi deyir ki, ana sən mənim heç bir tədbirlərdə nə iştirak etməmisən, nə də mən iştirak etməyə qoymamısan. Vinetka çəkilişlərini belə mən etməmişəm onu. Niyə? Bayaqlar qeyd etdim. 450 manat maaşın necə verim 50 manatını ora? Necə verim 100 manatını ora? Amma bu biznes sayəsində mən ən əsası uşaqlarıma gözəl həyat vəd vermişəm. Ən əsası özümün gözəl həyat yaşamağımı vəd vermişəm. Ona görə bütün qadınlara, bütün xanımlara sözüm olsun. Özünüzü yorun, sıxın. Yorulun, bezin, sıxın, amma uşaqlarınıza gözəl gələcək verin. Məndən bu qədər. İnşallah gələn təlimlərdə sabah yenə də eyni məkanda, eyni zamanda, yəni bu kanalda yeni bir liderlərimlə sizin qarşınızda olmaq ümidi ilə. Gecəniz xeyrə qalsın.